Çingiz Abdullayev, Timsah xətti. Moskvada gənc Amerikalı qadın müəmmalı şəkildə həlak olur. O sadəcə turist deyil, ABŞ-ın görkəmli siyasətçilərindən birinin qızıdır. Qız sərxoş olub, ola bilər. Amma hadisə adi avtomobil qəzası nəticəsidir. Bəlkə də. Amma bəs niyə Rusiya tərəfinin izahatı inandırıcı görünmür? Niyə ekspertiza aktlarındakı məlumatlar üst-üstə düşmür? Mərhumun atasının qeyri-rəsmi təhqiqat aparmaq xahiş etdiyi peşəkar agent Drongo suallar verməyə başlayır. O sualları ki, ya müstəntiqlərin diqqətindən qaçıb, ya da onlar tərəfindən qəsdən görülməyib. İnsan əməllərinin öyrənilməsi ilə məşğul olanların ən böyük çətinliyi onları öz aralarında barışdırmaq və vahid izahat verməkdir. Çünki bizim əməllərimiz bəzən bir-birinə o qədər zidd olur ki, onların eyni adam tərəfindən törədildiyinə inanmaq mümkün olmur. Michel de Montaigne, əməllərimizin qeyri-sabitliyi haqqında. Giriş. O bu səhnəni tez-tez xatırlayırdı. Qavrayışı da vəziyyətə görə hər dəfə dəyişirdi. Bir neçə il əvvəl onlar dostları ilə Taylandda timsah fermasında olmuşdular. Burada bu qorxulu heyvanların yetişdirilməsi ilə yanaşı, yerli heyvan təlimçiləri müxtəlif oyunlar da göstərirdilər. Əslində ferma kommersiya müəssisəsi idi. Burada timsahlar satış və onların dərisinin emalı üçün artırılırdı. Məhz o anda təlimçilərdən biri, 70 yaşlarında yaşlı bir kişi tam sakitlik nümayiş etdirərək timsaha xeyli yaxınlaşdı. Cəsur tamaşaçılardan biri də onun ardınca gələndə kişi xəbərdar edilmiş kimi əlini qaldırdı. Olmaz, o sərt halda dedi. Yaxına gəlmək olmaz. Hər timsahın öz xətti, öz cizgisi olur. O xətti keçsəniz, siz artıq qaça bilməzsiniz. Mən azca yan tərəfdə dayanmışam və təhlükə anında hara hoppanmaq lazım olduğunu bilirəm. Amma siz bunu bilmirsiniz. Siz qaçmağa macal tapmazsınız. Bu heyvanlar çox cəld və hiyləgərdirlər. Onun sakit, yatırmış kimi qapalı gözlərlə durduğuna baxmayın. Əslində o sizi əldə edə biləcəyi xətti keçməyinizi gözləyir. Onda artıq sizə heç nə kömək etməyəcək. O meymun kimi tullanmağı bacarır. Biz belə deyirik, əgər şeytan kiminsə şəklini düşməyə qərar versə, o timsaha çevrilər. Bu an böyük timsah gözlərini açdı, sanki yanında duran yaşlı adamın nə danışdığını anlayırdı. Doğrudan da onun tərəfinə tullandı, amma təlimçi artıq orada yox idi. Axı o demədi ki, insan daha təhlükəli və daha hiyləgərdir. Hərçənd Drongo bunu başqalarından daha yaxşı bilirdi. Birinci hissə. Gecələr rahat yatmaq üçün gərək adamın başı rahat ola. Bu da hər cür fikir xəyalın olmamağına və ya insanı yorub əldən salan fiziki işdən sonra yuxunun layiqli istirahət kimi qəbul olunmasına təminat verir. Bütün digər hallarda, xüsusən əgər yaşınız 40-a yaxındırsa və əgər siz hələ ailəli deyilsinizsə, rahat yuxu demək olar ki, qeyri-mümkün bir şey kimi görünür. Son günlər çox pis yatırdı. Bəlkə uzun illər ərzində alışdığı həmin gərginliyin yoxluğu özünü göstərirdi. Bəlkə də onun yaşının elə bir vaxtı idi ki, həmin yaşda həyatın daha yaxşı hissəsinin artıq geridə olduğunu anlayırsan. Bəlkə də son zamanlar qəzetlərin həvəslə yazdığı atmosfer hadisələrinin təsirindən idi. Amma o pis yatırdı. Bəzən səhərə qədər yatağının içində çevrilə-çevrilə qalırdı. Əslində əvvəllər də səhər 4-də, 5-də yatardı. Amma indi gecələr yuxusuz qalması da kömək etmirdi. Ola bilsin, bu alışdığı beyin yüklənməsinin az olması ilə əlaqədar idi. Onun 2 daimi mənzili var idi. Biri indi yad bir dövlətin paytaxtı olan Moskvada, digər isə böyüyüb boya başa çatdığı doğma dənizkənarı şəhərində idi. 2 ay əvvəl bura gələrkən özünə söz vermişdi ki, heç bir işlə məşğul olmayacaq. Sadəcə olaraq sevimli kitablarını oxumaq, televiziya verilişlərinə baxmaq və indiyə qədər qalan tanışları ilə görüşmək istəyirdi. Amma televizoru yandıran və əlinə təzə qəzet alan kimi çöldəki aləm zorla onun mənzilinə daxil olurdu. Çeçenistandakı mənasız, perspektivsiz qarşıdurma hər iki tərəfdən daha çox qan tökülməsinə gətirib
çıxaran kişilik və qəhrəmanlıq möcüzələrinin göstərilməsi daha böyük qəzəbə səbəb olur və bununla da sanki mümkün olan bütün əyər əskikləri, xüsusən gözə çarpdırmaq üçün bu müharibədə ən alçaq insani keyfiyyətləri üzə çıxarırdı. Hər iki tərəfdən görünməmiş amansızlıq, açıq-aşkar quldurluq, soyğunçuluq, bütün müharibələrə xas olan insan həyatına etinasızlıq bu müharibədə də normal halını alaraq onu 20-ci əsrin sonlarının ən qanlı qırğınına çevirmişdi. Xəbərləri dinləmək hər iki tərəfə rəhbərlik edən yaramaz insanların əlində sadəcə olaraq xırda pul rolunu oynayan şikəst və yaralı insanları görmək istəmirdi. Bu gün o səhər saat 7-də yuxuya getmişdi. 4 saatdan sonra isə qapı zənginin inadlı səsinə oyandı. Saata baxıb burnunun altında lənət yağdırandan sonra yatağından qalxdı. Belə erkən saatda heç kimi gözləmədiyinə görə bu zəng onu daha çox qıcıqlandırırdı. Qapıya yaxınlaşıb gələnin tanımadığı adam olduğunu biləndən sonra yatağına qayıtmaq məqsədilə geri çəkildi. Naməlum adam yenidən inadla zəngi basıb yanında duran adama yüksək səslə ingiliscə müraciət etdi. Bəlkə o evdə yoxdur. Dronqo naməlum adama bir daha baxdı. Daha diqqətlə. Onun əynində bahalı kostyum, ona uyğun seçilmiş ipək qalstuk, yaxşı daranmış saçları, səliqəli, təkəbbürlü, bir qədər uzunsov sifəti və qızarmış gözləri vardı. Bütün xarici görkəmindən hansısa bədbəxtliyin və ya ilk dəfə həll olunmaz çətinliklə və böyük dərdlə üz-üzə gəlmiş adamlara xas çaşqınlığın izi var idi. Dronqo azca tərəddüddən sonra soruşdu. Sizə nə lazımdır? Bağışlayın, qapının ardından hansısa qadın səsi gəldi. Kişinin yanında xoş simalı bir qadın göründü. Biz sizinlə danışmaq istərdik. O rus dilində təmiz, demək olar ki, ləhcəsiz danışırdı. Amma buna baxmayaraq Dronqo onun nitqində ingiliscə danışan adamların məxsus sait səslərinin önündən gələn pauzanı tuta bildi. Siz yanılmısınız, Dronqo etinasızlıq dedi. Yox, qadın tələsik dedi. Bizə məhz siz lazımsınız, Dronqo. Bu artıq maraqlı olmağa başlayırdı. Ünvanını, üstəlik ləqəbini hardan bilirlər? Qapını açdı. Pilləkəndə ona tanış olmayan 60 yaşlarında bir kişi və görünür onun tərcüməçisi olan 30 yaşlarında qadın dayanmışdı. Qonağın doğrudan da vüqarlı görkəmi vardı. Böyük çənə, üstü donqar burun, çuxura düşmüş gözlər və demək olar ki, çal saçlar. Qadının üzündə Skandinaviyalılara məxsus nəsə vardı. Ya böyük, tünd yaşıl gözlər, ya da gözəl quruluşlu ağzına görə demək olar ki, gözə çarpmayan böyük çənəsi. Bəlkə də açıq rəngli arxadan möhkəm yığılmış saçları onu şuuraltı şimal tiplərinə aid etməyə imkan verirdi. Bununla belə Dronqo and içə bilərdi ki, daha əvvəllər bu gözəl simanı görüb. Hərçənd qarşısında oturan bu qadın çox gənc idi. Onun ən çox 20-25 yaşı olardı. Buradan pilləkənin aşağı meydancasında istənilən tapşırığı səbirlə gözləyən iki cavan oğlanın dayandığı görünürdü. Öz növbəsində çağırılmamış qonaqlar da bu enli kürək, keçər təhər, 40 yaşlarında olan kişiyə maraqla baxırdılar. Onun böyük alnı, nazik dodaqları, düz burnu, diqqətli baxışları gözə çarpırdı. Əli ilə çənəsini silib soruşdu. Siz kimsiniz? Bu cənab Joseph Rhodes'dur, gənc qadın izah etdi. Rusca hiss olunan ləhcə ilə danışırdı. O, Vaşinqtondan gəlib. Mən isə onun tərcüməçisiyəm. Bəs tərcüməçisinin adını var? Dronqo kinayə ilə xəbər aldı. Hə, əlbəttə, qadın karıxdı. Adım Sigriddir. Siz nə istəyirsiniz, Sigrid? Cənab Rhodes sizinlə danışmaq istəyir. Dronqo qarşısındakı adamın qızarmış gözlərinə baxdı. Onun gözlərində elə bir şey gördü ki, o artıq zarafat etməyə və bu insanları evin kəndarında saxlamağa imkan vermədi. Qapını açıb ingiliscə dedi. Keçin, ümid edirəm bu cavan oğlanlar mənim evimə soxulmayacaqlar. Rhodes çevrilib əli ilə işarə edib, aşağıda, maşında gözləyən, sərt şəkildə dedi. Bu həmişə tapşırıq verməyə öyrəşmiş adamın əmin səsi idi. Dronqo buna fikir verdi. Rhodes və yol yoldaşı kitab rəfləri ilə dolu olan dəhlizdən keçib qonaq otağına girdilər. Qonaqlar kitabların bir neçə dildə ən çox da rus və ingilis dillərində olduğuna diqqət yetirdilər. Gələnlər qonaq otağında dərin kreslolarda rahat yerləşdilər. Dronqo yaxşı fransız kanyakı və bir qutu şokolad gətirdi. Mətbəxə keçib çay qoydu. Dəhlizdən asılmış kiçik güzgüdən narazılıqla bir qədər sallaq
fizionomiyasına baxıb qonaqların yanına qayıtdı. Otağa keçib onu qəfil narahat edən qonaqlarla üzbəüz divanda əyləşdi. Qulluğunuzda hazıram. Konyakı kiçik qədəhlərə süzərək dedi. Qonaq spirtli içkiyə toxunmadı. O sadəcə olaraq diqqətlə ev sahibinə baxırdı. Sanki onu eyni zamanda həm öyrənir, həm də imkanlarına şübhə edirdi. Bu o qədər aşkar bilinirdi ki, Drongo gülümsəyərək dedi. Belə adətən bazarda at alarkən baxırlar. Rhodes özünü itirdi, gözlərini ondan çəkdi. Üzünün sərt cizgiləri yumşalmadı. Siz ingilis elə yaxşı danışırsınız ki, Sigrid razılıqla dedi. Sizə heç tərcüməsi də lazım deyil. Məncə yox, görünür cənab Rhodes vacib bir xəbəri bildirmək üçün mənimlə tanış olmaq istəyir. Hətta ehtimal irəli sürməyə risk edirəm ki, bu o qədər də xoş xəbər deyil. Rhodesun tutqun baxışı yaxşı heç nə vəd etmirdi. Qadın heyrətlə Drongoya baxdı. Nədən bildiniz? Nəsə belə gəlir. Qadın yaşlı kişiyə baxdı, tərəddüd edirdi. Sanki növbəti cümləni səsləndirməyə və ya Bosun özünə danışmağı təklif etməyə cürət etmirdi. Cənab Rhodes, Drongo çağırılmamış qonağın gözlərinə baxdı. Mən fokusçu və astroloq deyiləm. Əgər siz məsləhət almağa gəlmisinizsə, mən adi insanın edə biləcəyi hər şey edərəm. Əgər başqa səbəb varsa, bağışlayın. Bu mənim sahəm deyil. Rhodes tərəddüd edirdi, ah çəkdi. Sonra cibindən bir qutu Cartier siqareti və çox bahalı alışqan çıxartdı. Burada siqaret çəkmək olar, deyə soruşdu. Drongo başını tərpətdi. Rhodes bir neçə dəfə alışqanı yandırmağa cəhd etdi. Görünür əvvəllər siqaret çəkən olmayıb, çünki alışqanla lazım olduğu kimi davranmırdı. Drongo bu cizgiyə də diqqət etdi. Mənə məsləhət görüblər ki, sizə onun adını çəkmədi. Sadəcə olaraq mənə deyiblər ki, burada bəzi məsələləri qeyri-ənənəvi üsullarla həll etməyi bacaran bir adam var və mən sizi tapmaq qərarına gəldim. Sizə kim deyib? Rhodes bir qədər susduqdan sonra cavab verdi. Mənim əlaqələrim var. Vaşinqtonda da, Pentagonda da, Langleydə də. Mənə məhz sizi müraciət etməyə məsləhət görüblər. Əmin ediblər ki, siz MDB ölkələrində ən yaxşı ekspert analitiklərdənsiniz. Bizim ümumi tanışlarımızdan biri cənab Pierre Dunois sizi tapmağa kömək etdi. Düşünürəm ki, siz onu xatırlayırsınız. Çox gözəl xatırlayıram, Drongo başını tərpətdi. O demədi ki, 88-ci ildə New Yorkda ağır yaralandığı vaxt Dunois praktik olaraq onun həyatını xilas etmişdi. O vaxt o dostuna diqqətlə qulluq edərək həkim və xəstə baxıcısını əvəz etmişdi. Rhodes cibindən məktub çıxarıb Drongo uzatdı. O zərfi açıb vərəqi çıxartdı. Əziz dost, Dunois yazırdı. Okeanın bu tayında hərdən sənin uğurlarının haqqında eşidərək səninlə fəxr edirəm. Senator Joseph Rhodes çox ağır faciə yaşayıb. Düşünürəm ki, sən ona nə cürsə kömək edə bilərsən. Sən bu işə hamıdan çox uyğun gəlirsən. Sənə hörmət və sevgi ilə Pierre Dunois. Drongo məktubu sona kimi oxudu. Məktubu və zərfi stolun üstünə qoyub qonağa nəzər saldı. Nə baş verib? Artıq öz ehtimallarının hamısının doğru olduğunu anlayaraq soruşdu. Cavabında Rhodes üzünü yana tutdu. Sonra siqaretin kötüyünü külqabıda möhkəm əzdi. Dərindən ah çəkib Drongonun gözlərinə baxaraq dedi. Məsələ burasındadır ki, mən yarım il əvvəl böyük qızımı itirmişəm. Moskvada. Heç ki mənə izah etmədi ki, burada nə baş verib və o necə həlak olub. Hələ də aydın bir cavab almamışam. Mən isə hər şeyin necə baş verdiyini anlamaq istəyirəm. Məhz buna görə buradayım. Buna görə siz mənə belə lazımsınız. Cənab Drongo. Mən bilmək istəyirəm qızım necə və nə üçün ölüb. Heç olmasa qisas almağa görə və biraz da vacib olmayan nüans. Mənim kiçik qızım da var. Buna görə də özümü belə bir faciənin təkrarlanmasından qorumalıyam. Motivlərimi başa düşürsünüzmü? Danışın, Drongo ah çəkdi. Sizi dinləyirəm. İkinci hissə. Telefon zəngi onu diksindirdi. Solundakı aparata baxdı. Sanki telefona ümumiyyətlə toxunmaq lazım olub-olmadığına qərar verirdi. Yalnız 5-ci zəngdən sonra aparata calaqlı maqnitofonu işə salıb dəstəyi götürdü. Cənab Leontiev, tanış olmayan səs soruşdu. Hər dəfə naməlum səs. Sanki zəng edənlər böyük bir legion idi. Bəlkə onlar könüllü sadistləri bir yerə toplayıblar. Sizə nə lazımdır? O yorğunluqla soruşdu. Deyəsən bu günlər ərzində onların məhz nə vaxt zəng edəcəyini hiss etmək və zəng edənlərin ən çox
ehtiyat etdiyi adamlardan olduğunu səhvsiz tapmağı öyrənmişdi. Siz qərar verməli idiniz, naməlum adam xatırladı. Biz kifayət qədər çox gözləmişik. Yadımdadır. Kabinet sahibi tələsik dedi. Amma bu sizi düşündüyünüz qədər sadə deyil. Mən variantları düşünməliyəm. Siz o variantlar haqqında artıq 2-ci həftədir danışırsınız. Biz o qədər gözləyə bilmərik. Bizə sizin razılığınız lazımdır və ən qısa zamanda. Mən elə hazır deyiləm. O artıq özünə nə yolla bəraət qazandıracağını düşünmədən donquldandı. Bu bəraət deyil, növbəti naməlum səs sərt şəkildə qeyd etdi. Maraqlıdır, görəsən onlar niyə hər dəfə ayrı səslə danışır? Bəsdir. Leontyev onun sözünü kəsdi. Yəni doğrudanmı siz başa düşmürsünüz belə işlər tez həll olunmur? Onun üçün vacib olan o idi ki, onlar səs qeydi üçün mümkün qədər çox danışsın. Bəlkə lazım olanı bu qeydi ona zəng edən yaramazlara qarşı istifadə edə bilərdi. Hərçənd o başa düşürdü ki, əgər onun şübhələri doğru olsa, ona heç bir qeydlər də kömək etməyəcək. Zəng edənlər istənilən halda onun üçün dişbatmaz olacaqlar. Amma hər halda cəhd etməyə dəyərdi. Siz cavabı çox uzadırsınız, həm söhbəti bir daha xatırlatdı. Bugün isə axırıncı gün idi. Bəs mən razı olsam, bəlkə bu üsulla cəhd etməyə dəyər və onlar aşkara çıxar. Onda əsl söhbət olacaq. Bizə hiylə gəlmək də lazım deyil. Siz vaxtını haqq yerə uzatdınız. Xahiş edirəm, mənə 3 gündə verəsiniz. Yox, naməlum adam sərt şəkildə dedi. Siz öz vaxt limitinizi doldurmusunuz. Bizimlə sıçan pişik oyununa oynamayın. Özünüzü ola bilsin ki, xilas edəsiniz. Ümid edirəm ki, 2 qızınız olduğunu xatırlayasınız və onlar sizin evin yaxınlığındakı məktəbə gedirlər. Sizin sözünüz isə onlar yalnız döngəyə kimi aparır. Siz axı başa düşürsünüz, onlar yolu keçərkən necə risk edirlər. Təsadüfi maşın peyda ola bilər və... Susun, o nədənsə pıçıltılı dedi. İndi siz doğrudan da hər şeyi başa düşdünüz. Görüşənədək. Telefon söndü. O isə əlində telefon dəstəyi kresloda oturub qalmışdı. Sonra yavaşca tanış bir nömrə yığdı. Ona yaxşı tanış olan bir səs eşidildi. İvan Dmitriyeviç, Leontyov dedi. Biz qərar verməliyik. Mənə yenə zəng vurub təhdid etdilər. Mən bunu etməyə məcburam. Mənə pul lazım olacaq. Məndə pul yoxdur. Sən axı bilirsən indi nə baş verir. Mən lazımi məbləği sənə heç cür verə bilmərəm. Mənə heç olmasa yarısı lazımdır. Bütün pul dövriyyədədir. Onu bir neçə gündə çıxartmaq mümkün deyil. Başa sal ki, biraz gözləsinlər. Başa düşün. Məni əmin etmək lazım deyil, Leontyev. Onsuz da heç nə alınmayacaq. Onlar istənilən mənim yanıma gələ bilərlər. Siz ki bilirsiniz, onlar zarafat etməyəcəklər. Nəsə bir şey fikirləş. Onlar başa düşməlidir ki, belə iş görmək olmaz. Sən tutarlı adamsan. Özün hər şey başa salarsan. Yenə qırıq-qırıq səslər və o dəstəyi ehtiyatla yerinə qoyur. Sonra maqnitofonu xatırlayıb onu işə salır. Deyəsən o təsadüfən hər iki söhbəti lentə yazmışdı. Bəlkə də bu yaxşı əlamətdir. O lenti geri yığıb dinləyir, sonra bunu bir daha təkrar edir. Məhz bu an onun kabinetində açıq rəngli əlcəkləri olan 2 naməlum cavan oğlan peyda olur. Qəribədir, onlar xəbərsiz girdilər. Son fikir beynindən keçdi. Onların nə lazım olduğunu dərk edənə kimi oğlanlar ona yaxınlaşır. Onlardan biri onun əlini özünə tərəf dartır, digəri isə tapanca çıxarır. Leontyov hələ onların nə etmək istədiyini anlamır, hətta soruşmağa da macal tapmır. İkinci oğlan tapancanın lüləsini onun gicgahına qoyub atəş açır. Qana bələnmiş beyni divarla aşağı axır. Qatil tapancanı ehtiyatla öldürülənin əlinə qoyur. Şərikinə işarə edib cəld çıxışa doğru yönəlir. O da onun ardınca yönəlir. Onlar birlikdə çıxırlar. Bir dəqiqə sonra Leontyevin kabinetinə hansısa boş bir işdən ötürü binanın digər tərəfinə çağırılan katibəsi girir və onda Respublika Gömrük Rəisi müavininin kabinetindən bəkdən çığırtı səsi gəlir. 3-cü hissə. Cənab Rhodes sanki nədən başlayacağını düşünərək sustu və ikinci siqareti çıxarıb öz hekayətini danışmağa başladı. Mənim qızım Elizabeth uşaqlıqdan qəzetdə işləməyi arzulayırdı. O həmişə hansısa egzotik ölkələrin birində böyük bir qəzetin xüsusi müxbiri olmaq istəyirdi. Hər yerdə olmağa da imkan tapmışdı, Afrika və İndoneziyadan Latın Amerikasına qədər. O bir neçə dil bilirdi, o cümlədən İspan dilini, xüsusən Moskvada olmaq istəyirdi. Ora ona həmişə maraqlı gəlirdi. Rusiyaya 8 ay əvvəl Chicago Tribune xüsusi müxbiri qismində gəlmişdi.
Qeyd etmək lazımdır ki, işlər əvvəlcə pis getmirdi. Yeni işi, yeni dostları onun xoşuna gəlirdi. Bağışlayın, Drongo söhbətə qarşı. Siz hardan bilirsiniz ki, onun hər şey xoşuna gəlirdi? Sizə zəng edirdi? Rhodes başını tərpətdi. Təəccüblənməyin. Biz Chicago'da yaşamağımıza baxmayaraq əslən Georgiyadanıq və hələ də patriarxal münasibətləri saxlamışıq. Mənim qızım heç olmasa həftədə bir dəfə zəng edib bizimlə maraqlanır və özü haqda danışır. Daha doğrusu danışırdı. Patriarxal ailə, Drongo düşündü. Nəticə etibarilə müxtəlif sivilizasiyalar hələ də vahid insan məkanı halına düşməyiblər. O özü mütləq şəkildə hər gün valideynlərinə zəng etməli idi və əgər 2-3 gün ərzində zəng etmirsə, bu artıq fövqəladə hal sayılırdı. Öz doğma şəhərində olanda isə öz valideynlərinə demək olar ki, hər gün baş çəkirdi. Amma onun valideynləri əslən Georgiyadan deyildilər. Cəmi 2 ay işlədi. Axırıncı dəfə bizə şənbə günü zəng etmişdi. Dəqiq yadımdadır, çünki həmin gün arvadımın ad günü idi. Elizabeth zəng edib anasını təbrik etdi. Bir neçə gün sonra bizə zəng edib onun ölümü haqda xəbər verdilər. Rhodes əzilmiş siqareti söndürüb yenisini çıxartdı. Bu andan hər şeyi daha təfərrüatla danışın, Drongo xahiş etdi. Hər şey necə olub? Sizə kim zəng edib, nə deyib? Siz qızınızın ölümü haqda nə vaxt öyrəndiniz? Bizə ayın 22-sində zəng etdilər. Ağır gün idi. Səhər tezdən içində nəsə xoşa gəlməz hissiyat var idi. Birdən ofisə zəng gəldi. Katibən bildirdi ki, Moskvadan zəng edirlər. Mən bunu Elizabeth olacağını düşünərək dəstəyə götürdüm və yad kişi səsi eşitdim. Mr. Rhodes? Kişi soruşdu. Mən cavab verdim. Artıq bu zəngdən yaxşı heç nə gözləmirdim. Mən sizə Amerikanın Moskvadakı səfiri cənab Pickering'in tapşırığı ilə zəng etmişəm. Sizə kədərli xəbər verməliyəm. Nə baş verib? Cənab Rhodes, sizin qızınız 2 gün əvvəl avtomobil qəzasında həlak olub. Başınız sağ olsun, cənab. Diplomat daha sonra nələr dediyi xatırlamıram. Hər şey gözümün önündə uçurdu. Deyəsən, mən bir anlıq hətta huşumu da itirdim. Növbəti sözləri eşidəndən sonra özümə gəldim. Biz bilmək istərdik ki, sizin ailənin qərarı nə olacaq, cənab Rhodes? Hazırda biz onun cəsədinin Chicagoya göndərilməsi ilə bağlı sənədləri düzəldirik. Əgər siz başqa bir qərar verməsəniz. Mən Moskvaya uçuram. Diplomatın sözünü kobud şəkildə kəsdim. Dərhal. Doğrudan da bir neçə saat sonra Chicagodan uçan Rusiya təyyarəsinə çata bildim. Moskvada məni səfirliyin nümayəndələri qarşıladı. Dərhal məni morqa aparmalarını xahiş etdim. Onlar belə də etdilər. Orada mən öz qızımı gördüm. Rhodes sustu. Üzünü kənara çevirib baş verənləri sanki bir daha yaşadı. Drongo əlini şüşəyə uzadıb ona biraz da konyak süzdü. Danışmasını səbirlə gözlədi. Çox sağ olun. Rhodes onun tədbirliliyini qiymətləndirdi. Deyəsən bunun əvvəlkindən daha yaxşı bacarıram. Mən onu təbii ki, dərhal tanıdım. Hərçənd başı əzilmişdi. Sonra sanki duman içində hansısa kağızları imzaladım. Moskva prokurorluğunun və bizim səfirliyin nümayəndələri ilə danışdım. Axşam məni gecəni keçirmək üçün otelə, növbəti səhərsə Elizabethin kirayələdiyi mənzilə apardılar. Onunla qədər də çox olmayan şəxsi əşyalarını yığmaq lazım idi. Cəmi 2 çamadanı və 1 çantası vardı. Dəbdəbəli donları o qədər də sevməzdi. Daha çox cins və gödəkçələr geyərdi. Biz onun şəxsi kompüterini, kağızlarını, sənədlərini və disketlərini yığdıq. Səfirliyin əməkdaşları izah etdilər ki, mən axtarış zamanı protokola daxil edilən hər şey siyahı üzrə tələb edə bilərəm. Amma imtina etdim. Bizə Elizabethin rəfiqəsi Magda kömək edirdi. Onlar evdə birlikdə qalırdılar. O da ABŞ-dan gəlib, yox, İngiltərədən gəlib. Radio müxbiri idi. Məncə onun anası İtalyandır. Amma onlar Elizabethlə çoxdan, məncə bir neçə idi ki, tanış idilər. Buna görə də bir yerdə yaşamağa qərar vermişdilər. Drongo başını tərpətdi, amma daha heç nə dəqiqləşdirmədi və qonaq öz hekayətinə davam etdi. Mən Elizabethin maşını qəzaya düşən yeri də getdim. Bu kifayət qədər kəskin döngə idi. O heç cür yolu tuta bilməyib, yük maşını ilə toqquşub. Açığı ora doğrudan da qəliz yerdir və orada bacarmaq çətindir. Xüsusən də nəzərə alınsa ki, həmin gün güclü yağış olub. Drongo diqqətli dinləyirdi. Elizabethin kirayə elədiyi maşın demək olar ki, tamamilə sıradan çıxmışdı və mən onun pulunu ödəməli oldum. Mən prokurorluq və polis nümayəndələri ilə demək olar ki, görüşmədim. Bağışlayın. Siz də deyəsən polisə milis deyirlər.
Yalnız bir dəfə, yola düşməzdən əvvəl cavan bir oğlanla görüşdüm. O mənə Moskva prokurorluğu və ekspertlərinin yekun rəyi olan qovluq verdi. Bundan sonra Elizabetin cəsədini Amerikaya apardım. Rhodes bir daha sustu. Bu dəfə sükut çox çəkmədi. Sadəcə olaraq növbəti siqareti əzib yenisini götürdü. Başqa danışılası bir şey yoxdur. Biz Elizabeti Georgiyada, Dublində, mənim valideynlərimin yanında bastırdıq. Bir nüans olmasaydı, mən bir də heç vaxt bu ölkəyə gəlməzdim. Drongo əvvəlki kimi öz qonağına baxır və heç nə soruşmurdu. Rhodes özü ilə gətirdiyi qovluqdan bir vərəq çıxartdı. Bu Elizabetin ölümü ilə bağlı rəsmi rəydir. Siz onun özünüz də oxuya bilərsiniz. Rusca yazılıb. Drongo tibbi ekspertlərin rəyini və patoloqların cəsədi yarma aktını diqqətlə oxudu. Sizin qızınız spirtli içki içirdi, o soruşdu. Hə, bax, Rhodes dirçəldi. Bütün iş də elə bundadır. Siz də bu qəribə fakta diqqət yetirdiniz. Ekspertlər əmin edirlər ki, onun qanında kifayət qədər çox miqdarda alkoqol tapılıb. Bu mənə çox şübhəli göründü. Niyə? Rhodes bir qədər dayanıb sonra dedi. Məsələ burasındadır ki, Elizabet bu qədər spirtli içki içə bilməzdi. O ümumiyyətlə spirtli içki içmirdi. Uşaqlıqdan alkoqola allergiyası var. Məni başa düşürsünüz? Drongo hələ də əlində olan kağızlara baxırdı. Sonra onları ehtiyatla qarşısındakı masaya qoydu. Bu ciddi məsələdir, o dedi. Çox ciddi məsələdir, cənab Rhodes. Deyəsən siz artıq məni əmin etmisiniz ki, bu işlə məşğul olmaq lazımdır. Bəs niyə siz dərhal mənim yanıma gəldiniz? Belə bir sorğu ilə bu rəyi verən müstəntiqlərə və ekspertlərə müraciət etməyiniz daha məntiqli olardı. Mən artıq müraciət etmişəm. Rhodes başını tərpətdi. Bu uyğunsuzluq təqribən 3 ay bundan əvvəl mənim diqqətimi çəkdi və mən dərhal Moskvaya, bizim səfirliyə zəng etdim. 2 həftə sonra Moskva prokurorluğundan rəsmi cavab aldım. Onlar məni əmin etdilər ki, səhv ola bilməz. Elizabet doğrudan da maşını ayıq başlı idarə etməyib. O da mən bütün işlərimi atıb Moskvaya gəlməli oldum. Sizə heç kim inanmadı? Drongo anladı. Qonaq başını tərpətdi. Elədir ki, var. Mənə heç kim inanmadı. Hətta mən Elizabeti müalicə edən həkimlərin rəyini təqdim edərkən Moskvalı müstəntiqlər gülərək dedilər ki, onların ölkəsində hətta heç vaxt spirtli içki içməyənlər belə tədricən Baxusun pərəstişkarlarına çevrilirlər. Axı mən ki bilirəm, Elizabet heç bir halda içə bilməzdi. Baxus antik mifologiyada şərab tanrısı. Heç nəyə baxmayaraq siz, yəni təhqiqatda israrlısınız, Drongo dəqiqləşdirdi. Hə, əlbəttə, onlar təkrar ekspertiza keçirərək hər şey yerində yoxladılar və mənə sübut etdilər ki, belə bir döngədə tamamilə ayıq adam belə yük maşını ilə toqquşa bilərdi. Bunu mən özüm də gördüm. Bundan sonra iş rəğmən bağlandı və mənə təkrarən arayış verdilər. Rhodes yenidən sustu. O faciəli hadisələr haqqında danışmaq belə onun üçün son dərəcə ağır idi. Sonra o qədəhi qaldırıb bir neçə qurtum içdi. Qədəhi masaya qoyandan sonra öz hekayətinə davam etdi. Drongo onunla gələn qadının öz bossuna şəfqətlə baxmaq əvəzinə Drongonun özünə aşkar maraqla baxdığını diqqət yetirdi. Onun üz-cizləri həmişə öz hafizəsinə güvənməyə öyrəşmiş Drongonu qıcıqlandırdı. Bu dəfə hafizəsi ona xəyanət etmişdi. O heç cür xatırlaya bilmirdi ki, bu gənc qadını daha əvvəl harda görüb. Mən Amerikaya qayıtdım, Rhodes davam etdi və cəsədin ekskumisiyasına qərar verdim. Öz ailəmdən gizlədərək belə bir prosedurun keçirilməsinə israr etdim. Və bizim ekspert patoloqanatomlar Elizabetin cəsədini təhqiq etdilər. Deməliyəm ki, o an özüm orada yox idim. Mən ikinci dəfə bütün bunlara tamaşa edə bilməzdim. Qərəz, bizim ekspertlər mənim bütün narahatçılığımı təsdiq etdilər. Elizabet içkili deyilmiş. Onun ölümündən bir neçə ay keçsə də mütəxəssislər onun sümük toxumasını təhqiq edərək bir mənalı nəticəyə gəldilər. Hələ bu da hamısı deyil. Onlar belə qərara gəldilər ki, onun ölümü avtomobil zərbəsinin nəticəsində olmayıb. Elizabet boğulma nəticəsində ölüb. Drongo bir daha ekspertlər tərəfindən imzalanmış vərəqlərə baxdı. İlk növbədə bu ekspertlərə müraciət etmək lazım gələcək düşündü. Onların açıq-aşkar qətti sezməməyi və qanda mövcud olmayan spirti tapmağı çox maraqlıdır. İstənilən patoloqanatom üçün belə bir səhv qəbul olunmazdır. Bundan sonra mən yenidən Moskvaya uçdum. Rhodes davam etdi. Biz cənublular ədaləti sevirik. Mən bilmək istəyirəm ki, qızımı kim öldürüb?
və o niyə buna görə cavab vermir? Mən Respublika prokurorunun qəbuluna getdim. Məni Rusiya prokurorunun müavini qəbul etdi. O nəzakətlə məni dinlədi və ölçü götürəcəyini vəd etdi. Mən ona Rus və Amerikalı ekspertlərin nəticələrini göstərib, qızımın ölümü ilə rəsmi rəy arasındakı uyğunsuzluğa diqqət çəkdim. O qəti şəkildə vəd etdi ki, iş yoxlanacaq. Amma o vaxtdan bir ay keçib. Mən zəng edib nə baş verdiyi ilə maraqlananda dedilər ki, müstəntiq mənim işimlə məşğuldur. Amma hələ də ki, konkret heç nə deyə bilməzlər. Bir ay ərzində onlar ekspertlərin nəticələrini yoxlayıb, onların niyə belə səriştəsiz rəy verdiklərini öyrənə bilməyiblər və siz istəyirsiniz ki, mən Rusiya ədalətinə, onların müstəntiqlərinə və prokurorlarına inanım? Mənim ulu babam öz torpaqlarını əlində tüfənglə qoruyub. O, mənim atama öyrədib ki, həyatda öz problemlərini özün həll etməlisən. Ona görə mən artıq heç kimdən heç nə xahiş etmək fikrində deyiləm. Mən şəxsi detektiv tuta biləcək qədər imkanlı insanam. Ümid edirəm bu ifadə sizin xətrinizə dəymir. Mən başa düşürdüm ki, Amerikalı detektiv burada heç nə də bilməyəcək. Rusiya özünün xarakteri xüsusiyyətləri olan spesifik ölkədir. Burada əcnəbi uğur qazana bilməz. New Yorkdan bir tanışım zəng edib Pierre Dunuya müraciət etməyi məsləhət görənə kimi mən sizin kimi adam axtarırdım, Drongo. Rhodes uzun nitqdən sonra nəfəsini dərdi və davam etdi. Mən təhqiqat ərzində çəkilən bütün xərcləri ödəməyə hazıram. Məni yalnız 2 sual maraqlandırır. Bunu kim və niyə edib? Hər 2 suala cavab almayınca mən sakitləşməyəcəyəm. Siz mənə bu işdə kömək etməyə razısınız? Drongo qarşısında əyləşən adama nəzər saldı. Onun gözlərində ədsiz kədər və bir damcı ümid vardı. O Drongoya baxaraq razılıq göstərdi. Öz övladını itirmiş insanın kədərindən daha qorxulu kədər yoxdur. Drongo Rhodes'un sağ əlinin və yanağının əsdiyini sezdi. Hə, o dedi. Mən razıyam. Mənə əlinizdə olan bütün sənədlərin surəti lazımdır və sizin tam etibarınız, senator. 4-cü hissə. Zabit qarşısında dayanan adamın şəklinə baxdı. Hər şey düzgün idi. Düzgün üzü, inadkar baxışı, çənəsində kiçik çapıq vardı. O sərhəd xidməti əməkdaşının pasportunu nə vaxt qaytaracağını səbirsizliklə gözləyərək ətrafa boylandı. Zabit onun üzünə bir daha diqqətlə baxdı. Əlbəttə ki, bu pasportda şəkil olan adamdır. Bəs niyə bu tip belə səbirsizliklə boylanır, sanki sərhəd əməkdaşının gözlərinə baxmağa cürət etmir? Zabit pasportun nömrəsini kompüterə daxil etdi. Burada nə də problem yox idi. Pasport təmiz idi. Pasporta dair heç bir sorğu və ya xüsusi qeyd yox idi. Amma sərhəd əməkdaşının şəkildəki bu üz hələ də narahat edirdi. Bəlkə də o bu tipi hardasa görüb. Yox, xatırlamaq mümkün deyil. Daha çox uzatmaq da olmazdı. Çıxış üçün qeyd qoymaq lazım idi. Lənətə gəlsin, qoy getsin. Nəticə etibarilə əgər bu tipin hansı günahı varsa ölkədə qalmaqdansa çıxıb getsə yaxşıdır. Zabit ştampı qaldırdı, bir daha şəklə və qarşısındakı adama baxıb pasporta ştamp vurdu. Sərnişin pasportunu götürüb irəlilədi. İrəlidə sanki öz ölkəsinin içində, xaricdə olan boş qanuni məkanda yerləşən mağazaların işıqları sayrışırdı. Zabit onun ardınca baxıb növbəti pasportu götürdü. O həmin adamı düşünə-düşünə daha 2 nəfər buraxdı. Bu vaxt arxasında növbə yoldaşı peyda oldu. İşlər necədir? O soruşdu. Hər şey qaydasındadır. Zabit gənc idi. Cəmi 25 yaşı vardı və şərəfli işi onun xoşuna gəlirdi. Moskvada Şeremetiyeva beynəlxalq aeroportunda işə düzəlmək kifayət qədər çətin idi. Və əgər nazirlər kabinetində yaxşı dayin yoxdursa, onu bir çox kurs yoldaşları kimi təyinatla Murmanska və ya Tacikistan sərhədinə göndərirdilər. Amma zabitin əhəmiyyətli dayısından başqa digər üstünlükləri də var idi. O, inadkar və diqqətli idi, müşahidə qabiliyyəti və analizə meyliliyi ilə fərqlənirdi. Məhz buna görə dərhal iş yerini tərk edib növbətçi hissəyə yollandı. Orada gizir qızdan kompüter ona verməsini xahiş etdi. Qız həvəslə öz yerini zabitə verdi. O gənc və gözəl idi. Özlüyündə belə hesab edirdi ki, oğlan onunla bir neçə dəqiqə keçirmək üçün qəsdən bəhanə tapıb. O heç imtina da etmirdi. Bu zabit kifayət qədər yaraşıqlı və xoşagəlimli idi. Amma bu dəfə deyəsən onu səhv etmişdi. Zabit heç qıza tərəf baxmadan kompüterin arxasına keçib az əvvəl gedən sərnişin adını daxil etdi. Bu heç xoş deyildi, amma ürəyində hələ də ümid edirdi ki, o sadəcə olaraq özünü onunla maraqlanırmış kimi göstərir. Bu arada onun sorğuları heç bir nəticə vermirdi.
Onların kompüterində nə belə bir soyad, nə də onun pasport nömrəsi var idi. Ora ən kiçik cərimələri olan istənilən şübhəli adamlar haqqında məlumat düşürdü. Bu soyad isə heç bir yerdə yox idi. O axtarışa kömək edəcəyini ümid edərək soyadın hər bir hərfini, sonra daha bir hərfini dəyişdi. Amma bu da nəticə vermədi. Son cəhd olaraq onu bu qədər həyəcanlandıran adamın soyadını bir daha daxil etdi. Bu adamda nəsə onun xoşuna gəlmirdi. Nə bu inadkar baxış, nə də xarakterik çapıq. Bir daha kompüterin klaviaturasına hökumət tərəfindən axtarışda olan adamların şəkilləri ilə bağlı sorğu göndərdi. Simalar dəyişməyə başladı. Amma daha onlara baxmır, çevrilib yanında oturan qızı gülümsəyirdi. Bəlkə o doğrudan da həddindən artıq sayıqlıq göstərir. Hər işi sonuna çatdırmaq prinsipinə sadiq qalan cavan oğlan hələ də davam edirdi. Amma artıq ekranda tez-tez üzləri dəyişən və nə vaxtsa dövlət sərhədini keçməyə cəhd göstərən və bununla da sərhədçilərin özünə məxsus qara siyahısına düşən xüsusi təhlükəli cinayətkarların və axtarışda olan insanların şəkillərinə diqqətlə baxırdı. Tanış simanı görənə kimi konkretiyasını gözləmirdi. Zabit artıq ekranda digər şəklin əvəz etdiyi əvvəlki təsviri geri qaytardı. Elədir ki, var. Şəkildəki biraz əvvəl yanından keçən göy rəngli xidməti pasportu olan adam idi. İndi şübhə etmirdi ki, bu simanı görüb. Əlbəttə görüb, bu xüsusi təhlükəli residivist 3 dəfə məhkum olunmuş Fyodor Konstantinoviç Dyakov idi. O, bu simanı 2 il əvvəl xüsusi təhlükəli qaçaqmalçıların siyasi ilə tanış olarkən görmüşdü və onu məhz bu çapığa görə yadında saxlamışdı. Eynən bu cür çapıq onun kiçik qardaşında var idi. Onlar uşaq vaxtı qardaşı ilə dalaşanda hirslənib, onu mətbəxdəki vedrənin üstünə itələmişdi. O yıxılmış və çənəsini əzmişdi. Xarakterik çapığı isə ömürlük qalmışdı. Məhz bu epizod ona oxşar çapıqlı digər birini, Dyakovu da yadında saxlamağa kömək etmişdi. Biraz əvvəllər bu adam dövlət sərhədini keçmiş və əgər saxlanılmazsa 3 saat sonra Amsterdamda olacaqdı. O stulu yıxaraq yerindən sıçradı. Onu saxlamaq lazımdır, qışqırdı. Kimi? Qız başa düşmədi. Siz kimisə tapdınız? O indicə sərhədi keçib. Zabit ekrandakı şəkli göstərdi. Bu xüsusi təhlükəli rezidivist Dyakovdur. Amma pasportunda tamam başqa soyad var. Sadəcə olaraq mən onun üzünü yadımda saxlamışdım. Qız tamamilə anladı ki, oğlan kompüterin arxasında ona görə oturmayıb. Bu onu çox kədərləndirdi. Ona görə kəskin reaksiya verməyərək çiyinlərini çəkdi. Eyni zamanda belə qiymətli informasiyanı podpolkovnikə xəbər vermək lazım olduğunu da kinayə ilə əlavə etdi. Zabit belə xoşsima qızın nəyə görə birdən-birə quru və qəbsiz gizrə çevrildiyini anlamadı. Amma bu haqda fikirləşməyə artıq vaxt yox idi. Axtarışlara 5 dəqiqə vaxt sərf etmiş. Daha 5 dəqiqə bu qəribə tip haqqında podpolkovnikə danışarkən keçdi. Daha 5 dəqiqədən sonra zabit özü və bir neçə adam artıq uçuşa hazır təyyarəyə doğru tələsirdilər. Dyakov 1-ci dərəcəli salonda oturduğuna görə onu tapmaq çox da çətin olmadı. Təyyarənin qapısı açılandan sonra daxil olan zabit 3-cü sırada əyləşmiş residivisti göstərərkən o əvvəlcə nə baş verdiyini anlamadı. Bəxtsizliyindən o Rusiya təyyarəsinin 1-ci dərəcəli salonuna bilet almışdı. Onlarda hələ ki rəsmi hökumət nümayəndələri sərəncam vermək hüququna malik idilər. Amma bu təyyarə Hollandiyanın KLM aviakompaniyasının məxsus olsaydı, hər şey başqa cür olardı. Amma təəssüf. Özünə tərəf gələn milis işçiləri və sərhəd xidmət əməkdaşlarını görən Dyakov əvvəlcə özünü itirdi. Bu adamların uçmağa tam hazır təyyarədə peyda olmaları çox gözlənilməz idi. Yalnız onlar yaxınlaşandan və onların çıxışa doğru getmək tələbinə tabi olandan sonra o birdən anladı ki, artıq heç vaxt nə Amsterdama, nə də digər Avropa şəhərinə gedə biləcək. Ona görə təyyarənin çıxışında qışqırmağa və qalmaqal salmağa başladı. Yalnız növbətçi otağında sakitləşdi. Gələnlər ona Avialaynerdən demək olar ki, əllərində çıxartdılar. Anladı ki, qalmaqal onun üçün daha pis nəticələnə bilər. Özünü bilmirmiş kimi göstərmək və yanlışlıq olduğunu irəli sürmək axmaqlı və perspektivsiz olardı. Məhz buna görə növbətçi hissəyə gələrkən özünə qapandı və Federal Təhlükəsizlik Xidməti nümayəndələri gələnə qədər sərhədçilərin heç bir sualına cavab vermədi. İndi onlar araşdırmalı idi ki, xüsusi təhlükəli redisfiz xidməti pasportu və eyni zamanda 7 Avropa dövlətində olmağa imkan verən Schengen vizasını nə yolda əldə etmişdi? FTX əməkdaşları özləri ilə Dyakov aparandan sonra podpolkovnik gənc zabitə göstərilmiş ayıq-sayılığa görə rəsmi və ciddi minnətdarlıq etdikdən sonra o nəhayət ki qıza diqqət yetirdi.
Gənc oğlan artıq kompüterlə maraqlanmadan onun yanında oturdu. Qız bu dedektiv hekayə ilə yaman maraqlanmışdı. O cavan oğlana üstündən 2 il keçəndən sonra Diyakov sərhədi keçən an onun şəklini necə xatırladığını soruşurdu. Zabit öz ailəsi və kiçik qardaşı haqqında danışdı və gözlənilmədən qızı axşam yeməyinə dəvət etdi. O düşünmədən razılaşdı. Artıq qızla axşama qədər sağollaşandan sonra hətta sakitləşməmiş sərhədçi ağzından qaçırdı. Maraqlıdır. Bu recidviz və qaçaqmalçı Diyakov xidməti pasportu və vizanı necə əldə edib? Yəni doğrudanmı bizim ölkədə hər şeyi satın almaq olar? Cavab qızın bəlağətli sükutu oldu. Qız yaşına baxmayaraq hər şeyin doğrudan da satın alına biləcəyinə inanırdı. Bu onların indi yaşadıkları anormal dövlətdə tamamilə normal hal idi. Ağ Volqada oturan Diyakov isə yol boyu gözə dəyən ağaclara baxırdı. O hamıdan yaxşı bilirdi bu pasportu ona kim, necə və nə üçün almışdı. Onlar artıq şəhərə girərkən yanlarından ötən cipdən avtomat darağının gürültüsü eşidildi. Əvvəlcə heç kim nə baş verdiyini anlamadı. Yalnız maşın sürücüsünün qışqırtısı və başını sükanın üzərinə düşməsindən sonra maşındakılar bir ağızdan bağırdı. O cümlədən onların maşınına kimin atəş açdığını anlayan Diyakov da daha bir neçə atəş səsi gəldi və Diyakovdan sağda oturan FTX zabiti xırıldayaraq onun üstünə yayxandı. Digər zabit maşının sürətinin zəifləməsindən istifadə edərək qapını açıb özünü bayıra atdı. İdarəetməni itirən maşın sağdakı yarğana döndü. Növbəti 2 avtomat darağından sonra cipdə oturanlar yoldakı lövhəyə çırpıldı. Diyakov hələ də ümid edirdi ki, bu əməliyyat onu xilas etmək üçün keçirilir, amma o maşından çıxmağa cəhd edəndə artıq gec idi. Daha bir avtomat darağından sonra maşın kibrit kimi alışdı. Sonra Diyakovun özünü və FTX zabitinin ikisini də dağıntılar altından qoyaraq partladı. 5-ci hissə. Moskvaya onlar üçlükdə qayıdırdı. Rhodes salonu demək olar ki, boş olan 1-ci klasa bilet almışdı. Onlar öndəki 3 oturacaqda əyləşdilər. Sigrid ikisinin arasında yer aldı. Drongo onun hərdən özünə yönəlmiş baxışlarını tutur və belə qəribə marağının səbəbini anlaya bilmirdi. Bu senator katibinin hətta MDB ölkələri kimi egzotik yerlərdə belə xüsusi detektivi olan adi maraq çərçivəsindən çıxırdı. Drongo Rhodes'un ona verdiyi sənədlərə nəzər yetirərkən yenə də Sigridin baxışlarını hiss etdi. Başını qaldırıb, siz əvvəllər bu sənədləri oxumusunuz, o soruşdu. Hə, o başını tərpətdi. Cənab Rhodes üçün bütün sənədləri mən hazırlamışam. Senator yenidən prokurorluğa şikayət etmək istəyir. Ona görə məni götürüb, mən rus, polyak və fransız dillərini bilirəm. Amma onun yanında təzəlicə işləyirəm, cəmi 2 həftədir. Məni Avropalıların dilləri belə asanlıqla öyrənməsəm şeyran edir. Drongo burnunun altında dedi. Mən təəssüf ki, yalnız ingilis və italyanca danışa bilirəm. Hətta çox xoşuma gələn fransız dilini də öyrənə bilməmişəm. Hərdən mənə elə gəlir ki, bu mənim anadan gəlmə tənbəlliyimdir. Amma siz ingiliscə yaxşı danışırsınız, Sigrid gülümsündü. Siz rus dilində daha yaxşı danışırsınız. Yeri gəlmişkən onu harda öyrənmisiniz? Stokholmda. Mən Slavyan şöbəsində ixtisaslaşmışam. Ona görə də rus və polyak dillərini bilirəm. Bəs siz əvvəllər Rusiyada olmusunuz və ya SSR-də? Yox, heç vaxt. Qəribədir, hərdən mənə elə gəlir ki, sizi hardasa görmüşəm. Sigrid ona baxmağa cürət etməyərək alt dodağını dişlədi. Sizin İsveç üçün çox geniş yayılmış soyadınız var. Bağışlayın, siz aeroportda sənədləri rəsmiləşdirərkən mən buna diqqət yetirdim, Drongo davam etdi. Hə, Anderson İsveçrədə kifayət qədər geniş yayılmış soyaddır. Sigrid bu dəfə gülümsəmədən dedi. O Drongoya sanki onun növbəti cümləsini gözləyirmiş kimi baxdı. Amma elə bu an Rhodes söhbətə qarışdı və Drongonun sadəcə olaraq deməyə borclu olduğu sözləri o eşitmədi. Sizin Moskvada qala biləcək yeriniz var, yoxsa bizimlə oteldə qalacaqsınız? Əlbəttə, mənim öz mənzilim var, Drongo bildirdi. Amma mən sizinlə birlikdə qalacağam. Qənaət məqsədi ilə yox, əvvəla belə daha rahatdır. İkincisi, mən öz mənzilimə tez-tez baş çəkmək fikrindəyəm. Amma sizin mənə verdiyiniz sənədlərə əsasən orada mənim uğurlu təhqiqatımla maraqlı olmayan adamlar peyda ola bilər. Siz nəsə tapmağı ümid edirsiniz? Senator Rhodes dərindən ah çəkərək soruşdu. Sözsüz və mən dərhal ekspertlərdən başlamaq fikrindəyəm. Burada patoloqonatomların 2 imzası var. Professor Beskutnikov və ekspert Karatov. Mən onlardan birinci haqda biraz eşitmişəm. O, Moskvada kifayət qədər tanınmış mütəxəssisdir. O, çətin ki, belə bir səhvə yol verə bilərdi.
Mənə də bu haqda danışıblar. Rhodes'un qanı qaraldı. Prokurorluq müstəntiqlər ekspertizanın düzgün keçirildiyini deyəndə məhz ona istinad edirdilər. Onlar əmindirlər ki, Beskudnikov səhv edə bilməz. Amma mən ki bilirəm o səhv edib. Bunu biz yerində yoxlayarıq, Drongo başını tərpətdi. Rhodes'la danışmaq kifayət qədər çətin idi. Normadan yüksək səslə danışmalı olurdu. Sigrid onların arasında oturmuşdu. İngiliscə yüksək səslə danışarkən onlar hətta yarıboş birinci salonda da diqqət çəkirdilər. Rhodes yenidən gözlərini yumaraq sustu. Sigrid sakitcə Drongo dedi. O, böyük qızının ölümündən sonra çox sarsılıb. Hələ də qızının şəklini cibində gəzdirir. Başa düşürəm, Drongo qaşlarını çatdı. Son vaxtlar o özünü pis hiss edirdi. Gecələr ürəyi ağrıyırdı. Sanki əvvəlki qaydasız və təhlükəli həyatı bu yolla ondan heyfini alırdı. Bəlkə də möcüzə nəticəsində sağ qaldığı New Yorkdakı ağır yaralanmasının nəticələri özünü göstərirdi. Nəzakətli stüardə isə yemək gətirdi və daha heç kim bu üç sərnişini birləşdirən və Rhodes üçün bu qədər ağır olan mövzunu açmadı. Moskvaya onlar axşam gəlib çatdılar. Aeroportda onları Amerika səfirliyinə göndərilmiş maşın qarşıladı. Balçuk otelində hər üçün nömrə sifariş olunmuşdu. Sigrid elə təyyarədə mobil telefonla zəng edib Drongo üçün nömrə sifariş etmişdi. Siz şam edəcəksiniz? Sigrid otelin girişində maşından düşərkən Drongodan soruşdu. Hə, Drongo gülümsədi. Bu mənim görkəmimdə öz əksini tapır, amma mən axşamlar möhkəm şam etməyi xoşlayıram. Fransızlar kimi, Sigrid güldü. O halda yarım saatdan sonra restoranda görüşərik. Bəs cənab Rhodes? O heç vaxt belə gec şam etmir. Gənc qadın izah edərək senatorun arxasınca binaya girdi. Amerikada qeyri-ənənəvi feminist qanunları möhkəmlənmişdi və kişilər qadınlara xüsusən öz katibələrinə yer verməyə borclu deyildilər. Drongo öz nömrəsinə qalxandan sonra adəti üzrə duş qəbul etdi, əynini dəyişdi və düz yarım saat sonra öz yol yoldaşı ilə şam etmək üçün aşağı düşdü. Qız onu hələ də çox maraqlandırırdı, çünki ona hər an elə gəlirdi ki, bu üzü hardasa görüb. Otelin holunda divanda oturub səbirlə Sigrid'i gözləyirdi. Nəhayət qız holun o biri başında göründü. İndi onun əynində mavi şalvar var idi, saçlarını açıb tökmüşdü. Qız onun nə vaxtsa başqa epoxa zamanı tanıdığı qadına çox oxşayırdı. Eyni zamanda həm də oxşamırdı. Yox, daha çox oxşayırdı. Həmin üz, həmin bədən quruluşu. Amma o qədər də yox, qızının üz-cizgilərinə daha incə idi. Onun anası təmtəraqlı dişi şiri xatırladırdı. Bu qız isə daha çox dişi şir olmağa hazırlaşan Yapon heykəlcilərinə bənzəyirdi. O, bu tanış üz-cizgilərinə, bu gözləri necə olub ki, daha diqqətlə baxmayıb. Heyrətlənmiş Drongo ona yaxınlaşan gənc qadına çaşqın halda baxaraq divandan sıçradı. Mən axmağam. Qız ona tam yaxınlaşıb Drongo dedi. Mən çoxdan başa düşməli idim. Polyak və rus dilləri, soyadınız da Andersondur. Siz Sigrid Andersonsunuz. Mən bunu necə anlamamışam? Siz Adam Kupçeviçin mənə 5 il əvvəl haqqında danışdığı həmin qızsınız. Biz elə bu yaxınlarda onunla görüşmüşük. Siz Ursulanın qızısınız. Mən sizinizi dərhal tanımadım. Salam, Miguel Gonzalez, Sigrid gülümsədi. Deyəsən o vaxt adınız belə idi. İndi siz məni doğrudan tanıdınız. Mən də fikirləşirdim ki, bu nə vaxt baş verəcək. Təyyarədə hətta mənə elə gəldi ki, siz qəsdən bu mövzuda danışmaq istəmirsiniz. Adam Kupçeviç mənə əfsanəvi Drongo və sizin 13 il əvvəlki macəralarınız haqqında çox danışıb. Siz axı o vaxt anamla birlikdə işləmisiniz. Onun anası Alan Dershoviç New Yorkda onların maşınına bomba qoyarkən həlak olmuşdu. Bu adam və Ursulanın nikahlarından biraz əvvəl olmuşdu. Qadın dərhal ölmüş, adam isə ayağını itirmişdi. Bir neçə il sonra Drongo Konstansda Dershoviçi tapıb güllələmiş və yalnız bundan sonra sakitləşmişdi. Sanki şikəst olmuş dostunu və gizli sevdiyi qadın qarşısında öz borcunu yerinə yetirmişdi. Amma elə o vaxtlar Drongo Ursulanın qızı olduğunu bilirdi. Onların son görüşlərinin birində Kupçeviç Ursulanın tələbə qızını gördüyünü demişdi. O vaxtdan 5 il keçib. Axırıncı dəfə onlar Adamla bu yaxınlarda görüşmüşdülər. Amma onda Ursulanın qızı haqqında danışmamışdılar. Belə də olmalıydı. Keçmiş tələbə qız gözəl, gənc qadına çevrilmişdi. Deməli, senator Rhodes'a Dünyaya müraciət etməsini sən məsləhət görmüsən? Drongo birdən soruşdu. Əksinə, Sigrid əvvəlki kimi gülümsəyərək cavab verdi. O dünya haqqında bilən kimi məni katib qismindən məsləhət görüblər. Restorana gedək. Drongo insanların onlara hər tərəfdən baxdıqlarını sezib təklif etdi.
Orada rahat danışa bilərik. Sən çox gözəlsən, ona görə də özünə həddən artıq çox diqqət çəkirsən. Ümid edirəm ki, siz bunu kompliment kimi dediniz, təəssüf kimi yox. Qadın gülümsədi. Dronqo əlini ona uzatdı. Restoranda təəccüb ediləcək qədər az adam vardı və onlar divar tərəfdəki masaların birinə oturdular ki, çox gözə çarpmasınlar. Səssiz gələn ofisiant səssiz də sifarişi qəbul edib gözdən itdi. Nə baş verib? Dronqo soruşdu. Yoxsa bütün bunlar oyundur? Mən yenə sizə lazım olmuşam, amma Rhodes açıq-aşkar rol oynayır. Bu sənətlər də sevimli oyuna oxşamır. Onda iş nədədir, Sigrid? Onun doğrudan da dərdi böyükdür, qız təsdiq etdi və bunlar oyun deyil. Sadəcə olaraq cənab Dunua belə hesab etdi ki, mən senatorla birlikdə Moskvaya uçsam daha yaxşıdır. Siz çoxdan MDB-nin xüsusi ekspertlər komitəsində işləyirsiniz. Dronqonun qanı qaraldı. O özünə etiraf etmək istəmirdi ki, bu gözlənilməz görüş onu həyəcanlandırıb və daha çox da Dunua'nın Ursula'nın qızı ilə gözlənilməz tanışlığından narahat oldu. Yoxsa onlar da ailəlikcə işləyirlər? O acı-acı düşündü. Mən ümumiyyətlə orada işləmirəm, Sigrid bildirdi. Mənim 25 yaşım var və artıq 2 ildir ki, Amerikada narkotiklərlə mübarizə idarəsində işləyirəm. Mən axı Amerika vətəndaşıyam. Atam da Amerikalı idi, amma boşanandan sonra mən anamın soyadını götürdüm. Sizin əriniz olub, Dronqo təəccübləndi və boşanmağa da macal tapmısınız. Mənə siz çox gənc görünürsünüz. Biz yarım il əvvəl ayrılmışıq, Sigrid həvəsli izah etdi. Sadəcə olaraq mənim tez-tez evdən getmələrim onun xoşuna gəlmirdi. Məni kiminsə nəzarətdə saxlamasını isə sevmirəm. Sizin məhz harada işlədiyiniz haqqında Moskvada kimsə bilir? Sizdən başqa heç kim, hətta Amerika səfirliyində də elə bilirlər ki, mən senator Rhodes'un katibəsiyəm. O halda bura nə üçün gəldiyinizi mənə izah etməlisiniz. Yoxsa Elizabeth Rhodes'un işi sizin Moskvaya gəlişinizlə necürsə əlaqəlidir? Hə, Sigrid ehtiyatla dedi. Əlaqəlidir. Belə bir gedişatın ola biləcəyindən biz ən əvvəldən şübhələnirdik. Ofisiant ilk qəlyanatları və çaxır bulqası gətirdi. Dronqo heç vaxt spirtli içkilər içmirdi. Yalnız yaxşı keyfiyyətli ağ və qırmızı çaxır xoşlayırdı. O, Portugal, Livan, Yahudi, Fransız, İtalyan və İspan markalarından daha çox sevirdi. Amma ən çox axır vaxtlar artıq MDB üfüqlərdən itmiş gürcü növlərini sevirdi. Ofisiant İspan şərabını açıb hündür qədəhlərə süzdü və sakitcə uzaqlaşdı. Burası sizin üçün Amerika deyil, Sigrid, Dronqo kədərlə dedi. Mən artıq bir dəfə sizin anınızı ölümünün şahidi olmuşam. Bugünkü Moskva 30-cu illərin Çikaqosudur. Burada heç bir güzəş olmadan öldürür və düşünmədən ateş açırlar. Bu çox təhlükəlidir, qızcığaz. Sən nahaq yerə belə bir aventuraya baş qoşmusan. Düşünürəm ki, mən təhqiqatı tamamilə tək başına apara bilərəm. Mənə belə tapşırıblar, Sigrid etiraz etdi. Mən Elizabet'in necə həlak olduğunu bilməliyəm. Sadəcə olaraq mənə kömək edə bilərsən. Hərçənd mən hələ tam başa düşməmişəm ki, sizin idarənin buraya dəxli var. Bəlkə Elizabet hansısa narkotik tədarükü haqqında yazıbmış. Bəlkə siz ondan nədənsə şübhələnirsiniz. Yox. Sigrid ətrafa boylanaraq birdən əyildi və pıçıldadı. Elizabeth Rhodes bizim əməkdaşımız idi və biz əvvəldən şübhə etmirdik ki, onu kiməsə bərk mane olduğuna görə aradan götürüblər. Məhz buna görə məni bura göndərmək qərarı alınıb. Mən Elizabet'in ölümünün səbəbini və onun kimə mane olduğunu bilməliyəm. Ay Allah, Dronqo ah çəkdi. Bir zabı çatmırdı. 6-cı hissə. Sənə belə xoşagəlməz iş tapşırırlarsa, bu bir mənalı şəkildə o deməkdir ki, rəhbərlik səni sevmir. Viktor Yudinin 32 yaşı vardı və rəhbərlik onu açıq-aşkar sevmirdi. Şəhər prokurorluğunda baş müstəntiq işləyəndən o artıq dəfələrlə ən ağır cinayətlərin təhqiqatı ilə məşğul olmuş, öldürülmüş və üzgün insanlara baxmaqdan doymuşdu. Elə indi də yanmış maşının yanında dayanarkən narazılıqla dodaqlarını çeynəyərək maşında yanmış hər 3 adamın qalıqlarını xərəclərə necə yüklədiklərinə baxırdı. FTX və prokurorluq əməkdaşları hadisə yerində vurnuxurdular. Yudinə tanımadığı 50 yaşlarında bir kişi yaxınlaşdı. O orta boylu idi. Tünd rəngli dəri kepka və gödəkçə geyinmişdi. Tünd rəngli şalvarı geyimini tamamlayırdı. O təcili yardım maşınının sürücüsünə oxşayırdı. Hadisə yerində təsadüfən peyda olmuş istirahətə gələn adama da. Amma Yudinə yaxınlaşan adam özünü qısaca təqdim etdi. Polkovnik Dmitri Nikolayeviç Samaylov. Mən bu hadisəni təhqiq edən qrupa rəhbərlik edirəm. Viktor Yudin.
Müstəntiq əlini uzatdı. O özünü də tünd rəngli rəsmi kostyumlar geyinməyi xoşlamırdı. Daha çox cins və gödəkçə geyinirdi. Amma bu gün o kostyum və plaş geyinmişdi. Hətta yarım il bundan əvvəl növbəti prokuror rütbəsi olan kiçik ədliyyə müşaviri rütbəsini alması şərəfinə iş yoldaşlarının bağışladığı qalstuku da taxmışdı. Yudin özü ona boydan azca hündür olardı. Artıq keçərləşməyə başlamışdı və buna dərindən təəssüflənirdi. Amma çox şaxtalı günlərdə belə hələ də başı açıq gəzirdi. Ölənləri tanıyırdınız? Yudin soruşdu. Tanıyırdım. Polkovnik tutuldu. Kostyokovun 2 qızı qaldı. Bu hərc-məcliyə heç cür alışa bilmirəm, deyərək siqaret çıxartdı. Bu it oğlu haqqında nəsə məlumdur? Yudin Diakovdan cəsədini göstərərək soruşdu. Hər şey məlumdur, 3 məhkumluğu olub. Sonuncu dəfə koloniyadan qaçıb. Xüsusi təhlükəli cinayətkarlar kimi axtarışda idi. O qədər həyasızlaşıb ki, hətta xarici görkəmini belə dəyişmədən sərhədi keçmək istəyirmiş. Sərhəd xidmət əməkdaşı onu tanıyıb. Diakovu Amsterdama uçan təyyarədə saxlayıblar. Yalnız kiçik bir çantadan başqa əşyalar olmayıb və nəqd $8000. Onun xidməti pasportu da olub. Yudin xatırlatdı. Hə, biz bunu yoxlayırıq. O belə pasportu necə əldə edə bilərdi? Ona kim verib? Mən artıq əməkdaşlarımdan Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmağı xahiş etmişəm. Biz yoxlamanın nəticələrini sizə dərhal bildirəcəyik. Çox sağ olun. Yudin sakit və yumşaq xarakterə malik idi. Bu kimi işlərdə prokurorluğun şərtsiz üstünlüyündə israr edərək öz müstəsnalığını nümayiş etdirməyi sevməzdi. Bir də oyunun şərtlərini bilirdi. FTX həmişə öz əməkdaşlarının daxil olduğu istənilən faktı üzrə öz təhqiqatını aparırdı. Xüsusən də öz idarələrinin əməliyyatçılarının həlak olduğu hallarda. Cəsədləri maşına yükləyərkən Samaylovun əməkdaşlarından biri ona yaxınlaşdı. Biz Koşkini xəstəxanaya apardıq. O yolda bizə hər şey danışdı. O salamatdır. Hə, bəxti gətirib yüngülvari beyin sinkələnməsi, sıyrıqlar və qansızmalar. Həkimlər deyir ki, onu elə bu gün evə buraxacaqlar. O nə danışdı? Elə biz biləni, gözlənilmədən yanlarından gümüşü rəngli, nömrəsiz naməlum bir cip peyda olub və onlara 2 nəfər avtomatdan atəş açmağa başlayıb. Kostyukov dərhal ölüb. Koşkin isə maşın yoldakı lövhəyə çırpılana kimi tullanmağa macal tapıb. O tapancasını çıxarıb atəş açana kimi cip gedə bilib. Amma Koşkin əmindir ki, gülləsi ona dəyib. Dövlət yol müfəttişliyinə xəbər vermisiniz? Samaylov narazılıqla soruşdu. Onlar artıq bilir. Siz hər şeyi anladınız? Polkovnik Yudinə tərəf döndü. Hə, o başını tərpətdi. Görünür, peşəkarlar işləyib və kifayət qədər cəld. Düşünürəm ki, aeroportda Diakovla daha bir nəfər olub. Onun həbsi barədə o xəbər verib. Təyyarədə, Samaylov cəld dəqiqləşdirdi. Təyyarədə, onu orada tutublar. Təyyarədə, Yudin razılaşdı. Görünün onun ortağı olub. Yəqin ki, mobil telefonla indi bu tütəklərdən hamıda var. Özünə hörmət qoyan istənilən quldurun bir neçə mobil telefonu var. Onun şəriki də yəqin elə təyyarədən zəng edib. Necə bilirsiniz, təyyarə artıq yerə enib? Samaylov saatına baxdı. Məncə hə, 3 saatdan çox keçib. O Amsterdamda yerə enməli idi. Bütün sərnişin siyahısını yoxlamaq lazım gələcək. Mütləq. Yudin yorğun səslə razılaşdı. Necə düşünürsünüz, o Amsterdama nə üçün gedirmiş? Əgər ölkədən qaçmaq istəyirdisə, niyə belə bir üsulla? Onu heç kimin tanınmadığı Brestdən sakitcə gedə bilərdi və ya istənilən başqa sərhəddən. O isə məhz Moskvadan uçmağa qərar verib. Əclaflar tamam həyasızlaşıblar. Samaylov qaşlarını çatdı. Özlərini elə aparırlar ki, sanki bunlara hər şey etməyə icazə verilib. Ona görə də məhz buradan aradan çıxmağa qərar verib. Məncə yox, Yudin ehtiyatla qeyd etdi. O axı bu işdə təzə deyil. Əsl rezidivistdir, peşəkardır. Deməli hər şey hesablamalı idi. O isə riskə gedib. Bəlkə öz pasportuna və ya yanındakı ortağına ümid olub. Samaylov heyrətlə müstəntiqə baxdı. Siz elə düşünürsünüz ki, o öz şərikinə örtbasdı edib? Bu onun və ya o bunun kölgəsində ola bilərdi. Amma onlar əlaqəli olub. O qədər əlaqəli ki, Diakov öz imkanlarına əmin olub. Biz elə indicə aeroporta getməliyik. Eyni zamanda sərhəd əməkdaşı ilə də danışarıq. Yudin təklif etdi. Razıyam, o başını tərpətdi. Maşına gedək. Burada bizsiz də bacararlar. Valodya,
Yudin yarğanın aşağısında işləyən ekspert kriminalisti səslədi. Mən aeroporta gedirəm. Axşam görüşərik. Çalışıram axşam saat 6-ya qədər gəlim. Onlar aeroporta tərəf şütüyən qara Volqanın arxa oturacağında əyləşəndə polkovnik daha bir siqaret çıxarıb əsəblə dedi. Belə qətl hadisələrinə heç cür alışa bilmirəm. Artıq gör neçə ildir, amma hələ də alışa bilmirəm. Mən Sibirdə, kənddə böyümüşəm. Bizdə donuzu da xüsusi yerlərdə kəsirdilər. Uşaqlara donuz balalarına ad qoymağı qadağan edirdilər. Sonra onlara alışıb masaya qoyulanda ağlamasınlar deyə. Burada isə elə soyuqqanlı qətllər olur ki, sanki milçək öldürürlər. Son 2 ildə 5 adamımızı itirmişik. Yudin susurdu. Sonra soruşdu. Sizin qrup aeroportla məşğul olur? Hə, Samaylov dedi. Əslində bizim orada öz şöbəmiz var, amma keçən il xeyli milis və gömrük işçisi həbs olunandan sonra bizi o istiqamətə də yönəltdilər. İndi aeroportla ilə məşğul oluruq. Moskvanın ən kriminogen zonası. Bilmirsən kimdən şübhələnəsən, hamı işə qarışır. Gömrük əməkdaşlarından növbətçi milislərə kimi. Bilsəm ki, Dyakov təyyarə ümumiyyətlə pasportsuz keçib, heç təəccüblənmərəm. Onda nə edəsən, ola bilər. Yalnız müəyyən bir məbləği ödəmək lazımdır. Bilirsən, sənə nə deyəcəm, o asanlıqla sənə keçdi. Sanki onlar uzun illərdir tanışırlar. Dyakovun pasportunun Xarici İşlər Nazirliyində tamam qanuni şəkildə rəsmiləşdirildiyini öyrənsəm, heç təəccüblənməyəcəyəm. Ola bilər ki, o ora qanuni şəkildə verilmiş, hamının istifadəsində olan başqa bir pasport verib. Pasportu satın almaq da problem deyil. O sustu və əlavə etdi. Avtomatı da satın almaq olar. Pulemyotu da. Ölkə deyil, ümumi hərcmərcilikdir. Yudin əvvəl kimi susurdu. O polkovniklə razı idi. Amma başa düşürdü ki, o ürəyini boşaltmalıdır. Əməkdaşlarının ölümü Samaylova çox pis təsir etmişdi. Bax, o maşında qurulmuş telefonu göstərdi. Artıq 2-ci həftədir, xahiş edirəm ki, niyə işləmədiyini yoxlasınlar. Cinayətkarların isə bir-birilə əlaqə saxlaya biləcəyi telefonları ciblərindədir. 10 dəqiqə sonra onların maşını aeroportun xidməti girişinə çatdı. Daha 5 dəqiqə sonra onlar artıq Amsterdama uçan sərnişinlərin siyahısını yoxlayırdılar. Onların qarşısında oturan aeroport işçiləri bu siyahıların onları niyə belə narahat etdiyini anlaya bilmirdilər. Axı uçanlar hamısının Qərbi Avropa dövlətləri səfirliklərindən alınmış Schengen vizaları və qanuni pasportları var idi. Hamısı da sərhəd və gömrük nəzarətindən keçib. Gedən sərnişinlərin dəqiq siyahısı uçuş xidmətinin kompüterindəki məlumatlarla müqayisə olunan vaxt kabinetə xeyirxah, ətli üzü olan və başı keçərləşmiş kök bir kişi girdi. Mitya, o Samalyova qışqırdı. Niyə məni xəbərdar etməmisən? Mənə dedilər ki, sənin uşaqlarından ikisi həlak olub. Tanış olun, polkovnik içəri girəni təqdim etdi. Bu polkovnik Kartsevdir. Mənim köhnə dostum və məhz bu aeroporta cavabdeh olan şöbənin rəisi. Bu isə Viktor Yudindir, şəhər prokurorluğunun baş müstəntiqi. Bizim işin təhqiqatını o aparacaq. Heç də xoş deyil. Kartsev boş stula əyləşərək deyindi. Sizin gəlişiniz haqqında artıq bütün aeroport bilir. Məni də xəbərdar edə bilərdiniz. Özümüz də bilmirdik ki, bura gələcəyik. Mənim maşındakı telefonum isə işləmir. Samaylov xatırlatdı. Rahat otur. Bizim hələ işimiz çoxdur. Onlar axşam saat 5-ə kimi siyahılarla məşğul olub həlak olan Dyakovun mümkün ortağı ola biləcək bir qrup adamı ayırdılar. Əcnəbi vətəndaşlar, diplomatlar, müxtəlif nümayəndəliklərin əməkdaşları, 2 turist qrupunun üzvləri, Hollandiyaya istirahətə gedən bir neçə ailəni də çıxmaqla siyahıda Dyakovun ortağı ola biləcək 19 qadın və kişi vardı. Buna baxmayaraq bu 19 nəfərdən heç biri pasportunu Dyakovla eyni vaxtda almamışdı. Eyni zamanda bunlardan ikisinin daha əvvəllər məfcunluğu olduğuna görə onları birinci növbədə yoxlamaq qərarına gəldilər. Onlar yoxlamanı dayandırmağa qərar verəndə artıq axşam saat 7 idi. Kartsev telefonla kabinetə buterbrod və qəhvə gətirilməsini xahiş etdi. Onlar şam yeməyini təzəcə bitirmişdilər ki, telefon zəngi çaldı. Dəstəyi götürən Kartsev onu Samaylova ötürdü. Yoldaş polkovnik, Samaylov əməkdaşlarından birinin həyəcanlı səsini eşitdi. Biz onların hücum etdikləri cipi tapmışıq. Orada polietilen paketlərə sarınmış 2 avtomat da var. Nə olsun ki? Samaylov yorğun halda soruşdu. Məni elə buna görə axtarmısınız? Yox, buna görə yox. Koşkin gəlib. Onun ifadəsinə görə biz fotorobot düzəltmişik. Hücum edənlərdən birini tanımaq mümkün olub. Bu sizin tanıdığınız həmin Kuritokovdur. Aydındır. Samaylov Yudinə tərəf döndü.
Deyəsən bizim yaxşı xəbərlərimiz var. Hücum edənlərdən birini tanımaq mümkün olub. 7-ci hissə. Səhər yeməyin zamanı senator Durango'dan soruşdu. Siz bu gecə pis yatmısınız? Qəribə görünüşünüz var. Sigrid səhər yeməyinə sadə qara don geyinmişdi. Durango ilə üzbəüz oturub öz qəhvəsini içirdi. Sanki orada nəsə axtarırmış kimi bütün diqqətini fincana toplamışdı. Yox, Durango cavab verdi. Sadəcə olaraq gecə xoşagəlməz yuxular məni narahat edib. Siz yuxu görürsünüz? Rhodes təəccübləndi. Mən artıq nə vaxt yuxu gördüyümü unutmuşam. Bu yəqin güclü təxəyyülün nəticəsidir. Durango senatorla yanaşı oturan Sigridə baxmadan zarafat etdi. Dünən gecə onlar restoranda uzun müddət oturub söhbət etdilər. Sigridin faciəli surətdə həlak olan anasını xatırladılar. Onlar nə qədər çox danışırdısa, Durango'nun uzun illər öncə xilas edə bilmədiyi qadının qızına nə yollasa qorumaq meyli də artırdı. Amma o peşəkar idi və başa düşürdü ki, Sigrid Moskvaya sadəcə olaraq Rhodes'un tərcüməsi kimi gəlməyib. Senator, Durango Rhodes'a müraciət etdi. Mən bilmirəm təhqiqat nə qədər vaxt aparacaq, amma mənim təklifim var. Bəlkə siz mənə 3 gün verəsiniz ki, mən özlüyümdə baş verənləri təsəvvür edə bilmək üçün sənədlər nə baş verdiyini öyrənim. Hə, əlbəttə, senator razılaşdı. Bugün mənim Amerika səfiri ilə görüşüm var. Sigrid Durango'ya elə baxdı ki, o hər şeyi sözsüz başa düşdü. Bəlkə Sigrid'e icazə verəsiniz ki, mənimlə getsin, Durango təklif etdi. Amerika səfirliyində o sizə lazım olmayacaq, xüsusən də o baş verənləri təfərrüatı ilə bilir. Əlbəttə, Rhodes razılaşdı. Mən özüm belə bir variantı sizə təklif etmək istəyirdim. Onu mütləq özünüzlə götürün. Birdən mənimlə əlaqə saxlamaq lazım olar. O mənim mobil telefonumun nömrəsini bilir. Olanlardan da xəbərdardır. Sigrid başını tərpətdi. O baş tutan söhbətdən razı qalmışdı. Yarım saat sonra onlar oteldən çıxıb təsadüfi keçən taksilərin ikincisini saxlatdırarkən Durango narazılıqla qeyd etdi. Mən bunu sizə görə etmədim. Sadəcə olaraq bugün siz senatora lazım deyilsiniz. Yenə də anlamıram ki, niyə məhz sizi göndəriblər. Onlar FTX-nin bu problemlə məşğul olan yerli şöbəsi ilə əlaqə saxlaya bilərdilər. Elə Amerika səfirliyinin özündə də FTP-nin xüsusi nümayəndəsi oturur. Belə konspirasiyalar nəyə lazımdır? Onlar ingiliscə danışırlar ki, sürücü başa düşməsin. Elə iş ondadır, Sigrid izah etdi. Elizabetin Moskvaya gəlişi haqqında yalnız FTB-nin bizim səfirlikdəki nümayəndəsi bilirdi və buna baxmayaraq o həlak oldu. Bədbəxt cənab Rhodes və ailəsi bilmir ki, cəsədin ekskumisiyası ikinci dəfə keçirilib. Əvvəlcə biz özümüz hər şeyi yoxlayıb, onun ölümünün təsadüfi olmadığına əmin olduq. Siz bu professor Beskudnikovun yanına getməyə edə bilərsiniz. Təbii ki, o yanlış nəticəni imzalayaraq sənədləri saxtalaşdırıb. Dünən restoranda mən bu haqda danışmaq istəmədim. Siz mənə onsuz da inanmayacaqdınız və professorun yanına tək gedəcəktiniz. Mən isə sizinlə getməyə çox istəyərdim. O başını Durango'ya tərəf əyərək sakitcə danışırdı. Onun yumşaq saçlarının Durango'nun yanağına toxunması xoş təsir bağışlayırdı. Gəlin əvvəldən şərtləşək, Durango sərt şəkildə dedi. Əvvəla daha məndən heç nə gizlətməyəcəksiniz. İkincisi, mənim sözümə qulaq asacaqsınız. O ingiliscə danışırdı və Sigrid'ə adət etdiyi ifadə ilə müraciət edərkən biixtiyar rus dilindəki sənə keçmişdi. Niyə? FTB əmindir ki, Beskudnikov sənədləri saxtalaşdırıb? Həlak olanın doğrudan da alkoqola allergiyası olub, Sigrid izah etdi. O heç cür protokolda qeyd olunan miqdarda içki içə bilməzdi. Bundan başqa o doğrudan da zərbədən ölməyib. Tamamilə aydın idi ki, onu boğublar. Ekspertlər sadəcə olaraq bizim şübhələrimizi təsdiqlədilər. Bəs ikinci ekskumisiya, qadının cəsədinin qəbirdən ikinci dəfə çıxarıldığını həkimlər sezmədi? Əlbəttə sezdi, Sigrid narazılıqla cavab verdi. Amma bu artıq FTB-nin problemi idi. Biz sadəcə olaraq ikinci müayinə üçün öz protokolumuzu verdik və ekspertləri onu imzalamaq üçün əmin etdik. Başqa sözlər siz də yalan demisiniz. Bəlkə Beskudnikov yox, sizin ekspertlər səhv edir. Sigrid Durango'ya baxdı. Sizin paradoksal düşüncə tərziniz var, qadın şübhəli qeyd etdi. Yox, buna təcrübə deyirlər. Mənim həyatımda elə bir hal olub ki, heç cür satın almaq və ya aldatmaq mümkün olmayan hörmətli ekspertə sadəcə olaraq başqa meyit veriblər və o hər tərəfli və vicdanla onu yoxlayıb. Sonra isə digər meyiti onun yerinə qoyublar. Siz belə bir variantı ehtimal etməmisiniz? Rusiyada nə qədər çox işləyirəmsə, bir o qədər də çox təəccüblənirəm. Sigrid açıq etiraf etdi. Burada hər addımda tamamilə qeyri-mümkün işlərlə qarşılaşıram. Rusiyadan başqa bütün digər ölkələrdə qeyri-mümkün olan işlərlə.
Məhz buna görə sizin Moskvada belə təhqiqatlarla məşğul olmağınızı istəmirəm, Drongo deyindi. Buranın çox vaxt əcnəbilərin başa düşmədiyi öz qayda-qanunları var. Bura spesifik ölkədir. Sigrid və hətta rus dilini çox yaxşı bilməyiniz belə problemin həllinə kömək etməz. Məncə siz məmnuniyyətlə məni geri Amerikaya göndərərdiniz, Sigrid dedi. Sizə elə gəlmir ki, mən artıq böyümüşəm? Mən elə gəlir ki, siz mənim xilas edə bilmədiyim qadının qızısınız, Drongo sakitcə dedi. Mən axı sizə hər şeyi başa saldım. Bilmək istəyirsinizsə, mənim bu mövzuda nevrestaniyam var. Mən çox tez-tez aralarında qadınların da olduğu şəriklərimi itirmişəm. Onlar sustular. Sigrid ehtiyatla onun əlini toxundu. Söz verirəm ki, sizə qulaq asacağam və çalışaram sizin şəriklərin taleyini təkrarlamayım. Bir qədər kinayə ilə əlavə etdi. Drongo ona nəzər saldı. Deyəsən, mən qoca deyincənə çevrilirəm. O düşündü. Bəlkə bu yaş fərqi ilə bağlıdır. Taksi Beskudnikovun işlədiyi elmi tədqiqat institutunun qarşısında saxladı. Drongo sürücünün pulunu verib maşından düşdü. Sigrid də onun ardınca. İnstitutda boşluq idi. Sanki bütün əməkdaşlar binanı tərk etmiş və indi tək-tək laborantlar gözə dəyirdi. Beskudnikovun kabineti 3-cü mərtəbədə yerləşirdi. Onlar onu tapana kimi məlum oldu ki, professor iclasa gedib və 2 saatdan sonra gələcək. Gözləməli olacaq. Drongo qəbul otağındakı stulda oturaraq narazılıqla dedi. Onunla danışıqdan təhqiqatın bütün sonraki gedişi asılıdır. Onun ingiliscə danışdığını eşidən Beskudnikovun 60 yaşlı katibəsi hər ikisinə diqqətlə baxdı. Siz mübadilə üçün gəlmisiniz? O soruşdu. Sigrid nəsə demək istədi, amma Drongo onu yüngülcə itələyib başını tərpətdi. Əlbəttə, o əcnəbiyə oxşamaq üçün səsinə bir qədər xarici ləhcə qataraq dedi. Professor Beskudnikovla görüşmək üçün Amerikadan gəlmişik. Onda gözləyin, o xeyli tez gəlməyə söz verib. Bəlkə yarım saatdan sonra gəldi. Mütləq. Drongo razılaşdı və Sigridə ingiliscə müraciət edərək dedi. Görürsünüz, Sigrid, xarici dilləri bilməyin üstünlüyü nədədir? Burada hələ də xaricilərə hörmət edir və biraz da qorxurlar. Bu hələ Sovetlər Birliyindən gələn ənənədir. O vaxtlar hər bir əcnəbi potensial düşmən və mərkəzi kəşfiyyat dairəsinin casus sayılırdı. Casusmaniya çoxdan bitib, amma əcnəbilərə hörmət hələ qalıb. Məsələn, Fransadan fərqli olaraq orada ingiliscə danışmasanız yaxşıdır. Sizə sadəcə olaraq cavab verməyə bilərlər. Sigrid gülümsədi. Siz kitab yazmalısınız. Yaxşı müşahidə qabiliyyətiniz var. Mənim elə birinci kitabım çıxan kimi məni tapıb aradan götürəcəklər. Drongo ciddi tərzdə dedi. Mən bu vaxta kimi bildiklərimi heç vaxt və heç kimə danışmadığıma görə sağ qalmışam. Yoxsa bu bir neçə hökuməti yıxa bilən bomba olar. Başa düşürəm, qadın razılaşdı. Siz artıq neçə illərdir ki, bu təhqiqatlarla əlaqəlisiniz. Mənə danışıblar ki, sizə BMT-də kifayət qədər sanmalı iş təklif olunub. Amma imtina etmisiniz. Bilmək olar niyə? Mən təbiətcə şeylər çox maraqlanan və bir yerdə qərar tutmayan adamam. Mən Qoç bürcündənəm. Bu bürcün nümayəndələri tez-tez yerdəyişmə, səyahət və müxtəlif macəraları sevir. Sakit, məmur həyatı mənə görə deyil. Yeri gəlmişkən, siz nə bürcüsünüz? Belə şeylərə inanırsınız? Sigrid gülümsədi. Həmişə yox, amma bəzən insanın bürcü horoskop çərçivəsində insanlara yapışmış müəyyən daxili vəziyyəti əks etdirir və insan şüursuz halda daxili səsinə əməl edir. Buna özünə təlqin də demək olar. Mən əqrəbəm. Mən də təqribən belə düşünürdüm. Bu yaxşıdır ya pis? Bilmirəm, amma məncə qadın üçün pisdir. Hərçənd mən də bütün bürcləri xatırlamıram. Mən yalnız öz bürcüm olduğuna görə apreldə doğulanlar haqqında oxuyuram. Hər ikisi güldü. Orada ikinci ekspert də olub. Drongo düşüncəli təzə dedi. Ola bilər, o indi institutda işlər və biz ondan Elizabeth Rhodes'un ekspertizası təvarüfatları da nəsə öyrənə bilərik. Deyin görək, Drongo professor Beskudnikovun nəzakətli katibəsinə müraciət etdi. Siz institutunuzda Korotkov soyadlı əməkdaşı tanıyırsınız? Katibənin üzündə təəccüb ifadəsi göründü. O sizin nəyinizə lazımdır? Məndə ona çatası Amerikalı kolleqasından məktub var. Drongo cəld yalan danışdı. Katibə başını buladı. Bu mümkün deyil, o təəssüflə dedi. Heç cür alınmayacaq. Korotkov 3 ay bundan əvvəl həlak olub. Nə dediniz? Sigrid stuldan sıçradı. Hə, əcnəbilərin belə qızğın reaksiyasını anlamayan qadın təsdiq etdi. Bizim xəstəxananın yaxınlığında gecələr işıqlandırılmayan tikinti gedir. Korotkov axşam evə qayıdarkən qazılmış çalaya düşüb. Təhqiqat oldu, deyirlər ki, iş təşkilatçılarından kimsə sərt cəzalandırıblar. Amma gedəni artıq qaytarmaq mümkün deyil. O demək olar ki, fəlsəfi şəkildə bitirdi. Drongo Sigridlə baxışdı.
Bu nə vaxt olub? Siz dəqiq tarixi xatırlayırsınız? Təqribən 3 ay əvvəl. Niyə soruşursunuz ki? Mənə dəqiq tarix lazımdır, Drongo xahiş etdi. Qadın jurnalını açıb baxdı. Bu iyulun sonlarında olub, nəhayət dedi. Drongo Sigrid'ə tərəf döndü. Qız onun sualını anlayıb başını tərpətdi. Hə, o dedi. Rhodes ekskomisiyanı iyulun ortalarında keçirib və dərhal Moskvaya uçub. Elə isə bu artıq təsadüf deyil. Onun əvəzinə Drongo tamamladı. Deməli, bizə qədər burada artıq başqaları olub. 8-ci hissə. Yudin prokurorluğa gedə bilmədi. Bütün axşamı FTX-nin şəhər şöbəsində oturdu. Ora milis və təhlükəsizlik xidmətinin müştərək axtarışları ilə bağlı hər saat məlumat verilirdi. Bütün şəhər boyu onlarla adam hərəkətə gətirilmişdi. Nadir hallarda baş verən hücum edənlərdən birinin tutulması imkanı yaranmışdı. Belə hallarda adətən hadisənin şahidləri olmur. Pulla tutulmuş killerlər həddən artıq amansız olurdular. Ən əsası, hər şey o qədər sürətli və gözlənilməz olur ki, hətta təsadüfi şahidlər belə hücum edənlərin xarakterik cizgilərini görə bilmir və öz ifadələrində dolaşıb qalırdılar. Burada isə hücumun şahidi və qurbanı hücum edənlərdən birini görməyə macal tapmış FTX-nin əməkdaşlarından biri idi. Hər şey şose yolunda baş vermişdi və hücum edənləri hər şeydən əvvəl mühafizəsi yox, Dyakovun özü maraqlandırırdı. Ona görə də onlar maşından düşən Koşkinə fikir verməmiş, öz şərikləri olan maşının axırına çıxmışdılar. Bütün axşamı və gecəni Krutikovu axtardılar. Bu vaxta kimi Yudin və Samaylovun stolunun üstündə Vsevolod Matveyevçin Krutikova aid dosya hazır idi. Cəmi 26 yaşı olmasına baxmayaraq, hər ikisi silahlı basqın üzündən olan 2 məhkumluğu var idi. Birinci halda bu 10 il əvvəl olmuşdu. Ona yumuşaq davranmışdılar. 5 il iş kəsmişdilərsə, onun cəmi il yarımını koloniyada yatıb çıxmışdı. İkinci 21 yaşında baş vermişdi və bu dəfə 12 il iş vermişdilər. Onların silahlı qrupunun ağır yüklü maşınlara hücum zamanı bir neçə qətl törədildisə də, Kritikov bu işdə köməkçi kimi iş almışdı. Çünki o cinayət qurbanlarının geri çəkildiyi yolu tutan maşının sükan arxasında oturmuş və formal olaraq qətllərdə iştirak etməmişdi. Bu dəfə 4 il cəzasını çəkəndən sonra nümunəvi davranışına görə azadlığa çıxmışdı. Krutikov daha bir neçə cinayətdə şübhəli bilinirdi və çoxdan Moskva milisi tərəfindən axtarılırdı. FTX-dən onların maşınına hücum hadisəsində Krutikovun da iştirakı haqqında məlumatın təsdiqindən sonra bütün rayon daxili işlər idarələri axtarışların aktivləşdirilməsi ilə bağlı əmr aldılar. Amma Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşlarının vicdanla bir neçə şübhəli mənzili axtarmalarına baxmayaraq, bu gecə Krutikovu tapmaq mümkün olmadı. Növbəti gün Yudin işə pis əhval-ruhiyyədə gəldi. Səhər tezdən 2 iclasda olmuşdu. Əvvəlcə şəhər prokurorunun yanında, sonra isə onun müstəntiqləri idarə edən müavininin yanında. Yalnız günorta saat 12-də Yudin boşaldı və Samoylova zəng etdi. Nəsə tapmısınız? O cəld soruşdu. Krutikovla bağlı hələ heç nə yoxdur. Milis əmin edir ki, onu hər yerdə axtarırlar, amma Dyakovun pasportu ilə bağlı maraqlı bir məqam ortaya çıxıb. Onun pasportu tamamilə qanunidir, vizası da əsildir. Pasport Xarici İşlər Nazirliyində Monotex firmasının rəhbərliyini xahişi ilə onların nümayəndəsinin xidməti ezamiyyətə gedə bilməsi üçün alınıb. Hətta onların pasport verilməsi haqqında xahişi bağlı məktub da tapılıb. Bəs bu firma harada yerləşir? İş tablosundadır ki, o ümumiyyətlə yoxdur. Blankda göstərilən ünvanda heç vaxt belə bir firma olmayıb. Amma görünür, Xarici İşlər Nazirliyində kiminsə marağı olub ki, Dyakov öz pasportunu alsın. İndi biz aydınlaşdırmağa çalışırıq ki, belə bir adam kim ola bilər? Bəs firmanın özü qeydiyyatdan keçib, bilmək olar qeydiyyat sənədlərini kim təqdim edib? Sən ki bilirsən, bunu necə edirlər? Sonları tapmaq çətindir. Amma biz indi işləyirik. Düşünürəm ki, axşama nəsə aydınlaşdıra biləcəyik. Yaxşısı budur, sən milisi tələsdir. Qoy Krutikovu axtarsınlar. O çox şey danışa bilər. Yenilik olan kimi mən zəng edəcəyəm. Danışdıq. Viktor dəstək qoyub narazılıqla qaşlarını çatdı. FTB polkovniki cinayətkar Krutikovla məşğul olmağa öz səviyyəsinə yaraşdırmırdı. Onları daha çox Dyakovun xarici pasportu və onu nə yolla alması maraqlandırırdı. Əslində onları başa düşmək də olardı. Yudin dünənki avialaynerin siyahısını çıxartdı. Onlardan 2 nəfər Daxili İşlər Nazirliyi İnformasiya Mərkəzinin kompüter şəbəkəsinə daxil olmuşdu. Biri dələduzluğa görə əvvəllər məhkum olunmuş Karen Arturoviç Petrosov idi. Buna baxmayaraq onun Hollandiyaya getməyə imkanı verən xarici pasportu və Şengen vizası vardı.
Pasport və vizanı Moskvada almamışdı. Sovet üsulunda xarici pasportu və Fransaya vizanı ona Ermənistanda vermişdilər. Kompüterə daxil olmuş ikinci şəxs isə pasport və vizanı Moskvada almışdı. Bu Arkadi Yevgeniyeviç Şelenginov idi. O əvvəllər ticarət nümayəndəliyində və ticarət nazirliyində işləmişdi. 83-cü ildə həbs olunub, 89-cu ildə işinə yenidən baxılaraq sərbəst buraxılıb. Şelaginov Hollandiya vizanı Diakovun ora müraciətindən bir ay əvvəl alıb. Buna baxmayaraq onu da yoxlamaq lazım idi. Daha 17 nəfər də şübhə doğururdu, amma onların hər birini ayrılıqda yoxlamaq lazım idi. Onlardan biri təyyarədən zəng edib Diakovun həbsi barədə xəbər verib. Bircə müşayiət edənlə bağlı variant qalırdı. Onu da dərhal istisna etdilər. İstənilən müşahidə edən adam öz obyektinin təyyarəyə keçdiyini görəndən sonra onun uçduğunu gözləmədən dərhal çıxıb gedərdi və ən başlıcası sərnişinlərin uçuş zonasına heç kimi sərhəd və gömrük nəzarətinə rahat keçə bilməzdi. Deməli, Diakovun Amsterdama uçan ikinci şəriki ilə bağlı variant qalırdı. Yudin siyahıya baxaraq narazılıqla düşündü ki, onun yoxlanmasına ən azı bir həftə gedəcək. Onsuz da öz qrupunu yığıb konkret tapşırıqlar vermək lazım idi. O, Petrosov və Şeleginovu xüsusi yoxlamağa qərar verərək onların soyadının altından xətt çəkdi. Xüsusilə bu adamların Diakovla koloniyalarda yollarının kəsişib-kəsişmədiyini aydınlaşdırmaq lazım idi. Təcili Daxili İşlər Nazirliyinə sorğu göndərmək lazımdır. Yudin bunu özü etməyə hazırlaşırdı. Gün adi qayğılarla keçdi. 2 dəfə onu başqa işlərə görə çağırdılar. 2 dəfə hələ də tapılmayan Kuritkovla bağlı zəng etdilər. Siyahıda adı göstərilən 17 nəfərdən ikisi dərhal çıxarıldı. Onlar Hollandiyaya daimi yaşayış üçün getmişdilər. Daha bir Amsterdama yarışda iştirak etmək üçün gedən tanınmış idmançı idi. 4-cü Hollandiyaya hansısa prestijli sərgidə iştirak etmək üçün gedən rəssam idi. Siyahı tədricən seyrəlirdi. Diakovun şəriki isə heç cür tapılmırdı. Axşam saat 6-da Samaylov zəng etdi. Bir nəticə var? Polkovnik yorğun halda soruşdu. Kuritikovla bağlı milis tez-tez məlumat verir. Hələ ki tapılmayıb. Şübhəlilər qrupu üzərində işləyirik. Orada çox ürəkaçan deyil. Bəs sizdə bir yenilik var? Var, Samaylov kədərlə qeyd etdi. Yaxşı olar ki biz görüşək. Sən bura gələ bilərsən? Elə ciddidir, Yudin anladı. Həddən artıq, polkovnik cavab verdi və Viktor getməyə qərar verərək ah çəkdi. Amma tez çıxmaq mümkün olmadı. Kuritkovla bağlı məlumatı dəqiqləşdirmək üçün milisdən yenə zəng etmişdilər. Şəhər Cinayət Axtarış İdarəsində oturan biri agentura informasiyasına istinad edərək ola bilsin ki, Koşkinin səhv etdiyi və Kuritkovun şəhərdə olmadığı barədə məlumat vermişdi. Telefonun dəstəyində onların işinin təhqiqatın gedişi ilə bağlı şərh vermək yox, cinayətkarı yaxalamaq olduğunu qışqıraraq bir qədər sakitləşdi və nəhayət Samaylovun yanına getməyə qərar verdi. O axşam saat 8-də gəldi. Ürəyində ümid edirdi ki, polkovnik çoxdan evə gedib, amma o hələ də işdə idi. Yudini qarşılamaq üçün aşağı düşmüşdü. Onlar nəhayət kabinetə keçəndə polkovnik gülümsəyərək soruşdu. Bu gün heç olmasa nahar etmisən? Heç şam da etməmişəm. Viktor düzünü dedi. Gəl, onda kimisə buterbrod dalınca göndərək. Polkovnik təklif etdi. Biz isə səninlə işləyəcəyik. Düşünürəm ki, biz bu gün də gecikəcəyik. Bircə mənə telefon verin. Viktor ah çəkdi. Mənim nişanlım məni öldürəcək. Mən artıq 3-cü görüşü təxirə salıram. Sən elə evli deyilsən? Məgər macal tapıram? Siz bu gün mənim növbəti görüşümü məhv etdiniz. Eybi yox, polkovnik güldü. Əvəzində mənəvi həzz alırsan. Həm də gələcək arvadını da yoxlamış olursan. Əgər indi gözləyə bilmirsə, sonra heç gözləməyəcək. Bu artıq böyük təcrübə ilə yoxlanılıb. Zəif təsəllidir. Viktor telefona yaxınlaşıb burnaltı mızıldandı. O öz nişanlısına niyə bu gün gələ bilməyəcəyini izah edənə kimi polkovnik öz əməkdaşlarından birini çağırıb buterbrod və bir neçə şüşə mineral su almağını xahiş etdi. Viktor danışıb öz nişanlısını sakitləşdirəndən sonra polkovnik öz stolunu göstərdi. Mən gecə buradan ümumiyyətlə çıxmamışam. Səhər artıq bizim maraqlı məlumatımız var idi, amma hər şeyi yoxlamamış özüm sənə demək istəmirdim. İndi artıq şübhə yoxdur. Ona görə gəlməyini istədim. Hər şey elə pisdir, Yudin ah çəkdi. Demək olar ki, iş burasındadır ki, Monotex firması tam qaydası ilə qeydiyyatdan keçib. Təsisçisi bizim əlbəttə tapa bilmədiyimiz fiziki şəxslərdir. Amma maraqlı olan odur ki, Monotex firması son aylar ərzində Hollandiya ilə sıx əlaqədə olub. Ora xalq istehsalı olan mallar göndərilmiş. Gömrük deklarasiyalarında belə qeyd olunub.
Bu aydındır. Yudin başını tərpətdi. Elə buna görə onlar Hollandiyaya dəvət alıb Diyakov üçün viza sənədləşdiriblər. Biz güya Diyakovun qeydiyyatda olduğu ünvanı yoxlamışıq. Kimsə bizə qədər orada olmağa macal tapıb. Mənzildə özünü firmanın nümayəndələri kimi tanıdan cavan oğlanlar kirayədə qalıblar. Ev sahibinə pulu vaxtında, hətta vaxtından əvvəl ödəyirmişlər. Mənzildən aydın görünür ki, ora ofis imiş. Orada faksın, kompüterin uzadılmış məftilləri, mebellərin yeri görünür. Qonşuların şahidliyinə görə hər şey dünən axşam çox tələsik, ancaq sakit şəkildə daşıyıblar. Deməli, onlar orada da bizi qabaqlayıblar. O qədər də yox, bizə maraqlı idi görək bu firmanın sənədləri kimə çatırmış. Monotexin yüklərini keçirmək üçün vizanı kim verirmiş. Burada da biz maraqlı fakta rast gəldik. Yudin qaşlarını çatdı. Residivist Diyakovun ölümü işi getdikcə dərinləşirdi. Deməli, firmanın sənədləri 3 dəfə gömrük xidmətinə təqdim olunub və hər dəfə onların yükü yubanmadan keçib. Yalnız axırıncı halda yük nəyə görəsə saxlanılıb, onu gömrük saxlayıb. İş də ondadır ki, yox, o qeydiyyatdan keçməyib. Onu sadəcə olaraq gömrüyə təqdim etmədən heç bir izahatsız geri aparıblar. Monotexin bütün sənədlərini bu firmanı şəxsən idarə edən bir nəfər imzalayıb. Bu gömrük komitəsinin keçmiş rəisi, müavini Loentyev idi. Necə yəni, idarə edən? Yudin anlamadı. Monotexin bütün sənədlərində onun imzası var. Bu firmanın adətən gömrük nəzarətindən belə keçməyən yüklərinin buraxılması haqqında tapşırığı şəxsən o verib. Bəs niyə keçmiş? O özünü güllələyib. Bu elə firmanın yükünün gömrüyü təqdim olunmasından bir neçə gün sonra olub. Bu hadisə təqribən yarım il əvvəl baş verib. Səncə bu maraqlı təsadüf deyil? Yükü gömrüyə verməyiblər və o özünü güllələyib. Heyrətlənmiş Yudin yavaşca soruşdu. Hə, təmtəraqlı dəfn mərasimi olub. Bütün şəhər orada idi. Yeri gəlmişkən bizim əməkdaşlarımız belə hesab edir ki, bu heç də intihar olmayıb. Müstəntiqlərin fikrinə görə ona kömək də edə bilərdilər. Bu işin təhqiqatı hələ bitməyib. İş ondadır ki, o öz tapancasından güllələnməyib. Bu iş onun katibəsinin boş bir səbəbə görə binanın digər tərəfinə çağırıldığı vaxt olub. Razılaş, bu kifayət qədər şübhəlidir. Siz belə hesab edirsiniz ki, Leontyev Monotex firması ilə əlaqəlidir? Bu da sənədlər. Samoylov qarşısındakı qovluğu işarə etdi. Özün hamısına baxa bilərsən, əgər istəsən, mən çoxdan gömrük komitəsi ilə məşğul olan bizim əməkdaşı çağırım. O çox maraqlı şeylər danışacaq. Viktor bir daha qovluqlara baxdı. Deyəsən, Diyakovu vaxtından öldürüblər, o dedi. Yoxsa bu tip çox şey danışa bilərdi. 9-cu hissə. Professor Beskudnikov bir saatdan sonra gəldi. O balaca boy, böyük eynəkli, pırtlaşıq çal səsləri olan bir sözlə dünyadan bir qədər uzaqlaşmış, əsl alim görkəmə malik idi. Qəbul otağındakı adamlarla salamlaşandan sonra öz kabinetinə girirdi ki, onu görən kimi yerindən sıçrayan katibə danışmağa başladı. Bu adamlar sizin yanınıza gəlib, İlya Sergeyeviç. Əcnəbidirlər. Mübadilə üçün gəliblər. Hə, Beskudnikov döndü. Çox xoşdur. Mənim kabinetimə buyurun. Sizi gözlətdiyim üçün üzr istəyirəm. Eybi yox. Siz bizim gəlişimiz haqqında bilmirdiniz axı. Drongo gülümsəyərək professorun ardınca girdi. Kabinetdə də qəbul otağındakı yaradıcı səliqəsizlik hökm sürürdü. Kitablar stolun üstündə, hətta döşəmədə idi. Beskudnikov ah çəkib asılqanın qarşısında dayanaraq plaşını soyundu. Soyunun, o asılqanı göstərərək təklif etdi. Siz hansı institutdansınız? Yox, Drongo cavab verdi. Biz institutdan deyilik. Biz Amerikadan gəlmişik. Bu düzdür. Amma sizin katibəniz anlamadı. Əslində biz həkim yox, jurnalistik. Jurnalist? Newsweek-dən. Biz sizin kimi tanınmış alimlə danışmaq istərdik. Drongo bloknot və qələm çıxararaq dedi. Sigrid də eyni cür hərəkət etdi. Çantasından kiçik bloknot və diktofon çıxartdı. Drongo rəğbətlə ona baxdı. Görünür, onun hazırlığını lazımınca qiymətləndirməyib. Qız o qədər də pis partnyor değildi. Siz rusca çox yaxşı danışırsınız, Beskudnikov sezdi. Görünür, bizim mövzularda yazırsınız. Hə, Drongo Sigridlə cəld baxışıb təsdiq etdi. Bizim məhz sizin mövzular maraqlandırır. Konkret nə? Beskudnikov qapıya yaxınlaşıb onu açaraq dedi. Natalya Gergiyevna, zəhmət olmasa bizə çay gətirin. Sizi konkret hansı suallar maraqlandırır? Öz yerinə qayıdıb qonaqlarla üzbəüz oturaraq soruşdu. Biz mümkün məhkəmə səhvləri ilə maraqlanırıq, Drongo ehtiyatlı dedi. Hansı hallarda ekspertlərin səhvi müttəhimə oxunan hökmə təsir edir? Çox maraqlı mövzudur. Bəs sizi nə maraqlandırır? Konkret bir iş var? Yox, daha çox belə işlərin spesifikası.
Drongo tələsik dedi. Yanında oturan Sigrid susurdu. Konkret hansı spesifika? Beskudnikov soruşdu. Sualınızı verin. Siz 30 ildən çoxdur ki, patoloqanatom işləyirsiniz, Drongo dedi. Demək olar ki, 40 il, professor gülümsədi. Və bu işdən nəsə anlayıram. Cəsədin ekspertizası zamanı alkoqolun aşkara çıxarılması ilə bağlı səhv ola bilər? Praktik olaraq yox, orada hər şeyi müəyyən etməyə imkan verən dəqiq parametrlər olur. Əgər insan ölümünə qədər içibsə, onu təyin etmək mümkündür. Bəs içməyibsə, daha betər. Ondan sonra hətta ölənin boğazından spirt töksəniz belə kömək etməyəcək. Həm öləndən sonra iynə vurulsa da, spesifik təfərrüatlara varmadan deyim ki, orada istənilən həkimə aydın olan dəqiq parametrlər var. Başqa üsulla nəticəni saxtalaşdırmaq olmaz. Ölümündən sonra yox, istisna olunur. Bəs cəsədin qalıqlarına əsasən ölümün hansısa xüsusiyyətlərini təyin etmək olar. Tutaq ki, cəsədin ekskumisiyası zamanı alkoqolun olmasını. Əlbəttə yox, professor təəccübləndi. Əgər cəsəd torpaqda çox qalıbsa, baxır neçə il. Yox, siz məni başa düşmədiniz. Ölümdən bir neçə ay sonra necə? Əgər bir neçə ay sonra olsa mümkündür. Cəsəd hələ tamamilə məhv olmayıbsa, bütün əlamətlər üzdə olur. İliyi də yoxlamaq olar. Bir sözlə, bir neçə ay sonra təhlil aparmaq olar. Hərçənd normal laboratoriya olsa belə təhlilləri 50, hətta 100 ildən sonra da aparmaq olar. İndi Çar ailəsinin cəsədlərində DNT-nin strukturunu öyrənilir ki, bu da bizim elm üçün çox maraqlı faktdır. Katibə çaynik və böyük stəkanlar olan məcməyi gətirdi. Stola qənd və konfetlər olan vazı qoyuldu. Çayları süzüb uzaqlaşdı. Buyurun, Beskudnikov stəkanları göstərdi. Çox sağ olun. Drongo stəkanların birini Sigridə uzadaraq təşəkkür etdi. Görünür qız nəsə soruşmaq istəyirdi və o başının işarəsi ilə icazə verdi. Professor, o soruşdu. Təcrübəli ekspert cəsədin ekskumisiyası zamanı ölüm səbəbini səhv sala bilər? Hansı mənada? Tutaq ki, 3 ay sonra məlum olur ki, insan birinci halda göstərilən səbəbdən yox, tamam başqa səbəbdən ölüb. Hansı halda? Mən bilməliyəm ki, insan hansı səbəbdən ölüb. Birinci və ikinci ekspert nəticələrində nə göstərilib? Kiçik səhvlər həmişə mümkündür. Çox ola bilər ki, insanın döş qəfəsi əzilir və o boğulmadan ölür. Amma ekspertlər belə hesab edir ki, o travmadan ölüb. Belə hallar olur. Sigrid Drongoya baxdı. Bəs sizdə belə hallar olub? O cəld soruşdu. Məndə əlbəttə ki, yox. Gözləyin. Birdən Beskudnikov xatırlatdı. Bizdə zahirən buna bənzər bir cinayət hadisəsi olmuşdu. Yəqin sizi yol qəzasında həlak olan Amerikalı qızla bağlı hadisə maraqlandırır. Hansı qız? Drongo təşəbbüsü öz əlinə aldı. O hansı məşhur adamın, məncə senatorun qızı idi. Buna görə böyük səs-küy qopmuşdu. Onun atası prokurorluğa bizim ekspertlərdən şikayət etmişdi. Məni 3 dəfə çağırmışdılar. Bəs qız doğrudan da qəza nəticəsində ölmüşdü? Drongo dəqiqləşdirdi. Əlbəttə, professor təsdiqlədi. Şübhəsiz, əvvəla onun qanında alkoqol tapılmışdı. İkincisi o zərbədən ölmüşdü. Dinin texniki ekspertləri də təsdiq etmişlər ki, günah məhz onda olub. O avtomobil zərbəsi nəticəsində həlak olmuşdu? Drongo soruşdu. Professor şübhəli təzdə gözlərini qıydı. Eynəyini çıxarıb şüşələrini sildi. Sonra sakitcə soruşdu. Sizi niyə məhz bu iş maraqlandırır? Siz doğrudan da jurnalistsiniz? Drongo Sigridə nəzər saldı və artıq tərəddüd etmədən pəncəyinin cibindən Amerikalı ekspertlərin rəyini çıxartdı. Biz doğrudan da jurnalistik, o dedi. Amma bizi bu işi də maraqlandırır. Bu Amerikalı ekspertlərin rəyidir. Onların fikrincə qız boğulmadan ölüb. Özü də qəza nəticəsində yox. Əvvəldən düşünülmüş qətil nəticəsində. Onun döş qəfəsi demək olar ki, əzilməyib və əksinə, sizin onun qanında tapdığınız alkoqolu Amerikalı ekspertlər tapmayıb. Ekskumisiya və yarılma prosesini Washingtonun ən yaxşı mütəxəssisləri həyata keçiriblər. Siz belə bir fikir ayrılığını necə izah edə bilərsiniz? Beskudnikovun rəngi ağardı. Qonaqlara qəzəblə baxdı. Gedin, birdən o bəkdən qışqırdı. Gedin buradan. Drongo professorun belə bir reaksiyasını anlamadı. O hər şeyi gözləyirdi, bircə bunu yox. Rədd olun, professor əsib coşurdu. Siz məni aldatdınız, bu alçaq hərəkətdir. Dərhal buradan gedin. Drongo ayağa durub asılqana tərəf getdi. Plaşını götürüb professora tərəf döndü. Görünür, siz bunun nə qədər vacib olduğunu başa düşmüsünüz. Həlak olan qızda allergiyanın xüsusi forması olub və o içki içməyib. Qorxuram ki, sizi aldadıblar professor və siz başqa cəsədi analiz edərək ekspertiza aktına qol çəkib rəy vermisiniz. Gedin, professor yorğun şəkildə xahiş etdi. Sanki onu bir daha narahat etməmək üçün yalvarırdı. Sigrid çiynini çəkib öz gödəkçəsini götürdü. Onlar kabinetdən çıxdılar. Professor arxalarınca qışqırdı. Bir də gəlməyin. Mən daha sizə heç nə deməyəcəyəm.
Üçmüş katibi adətən sakit olan müdirinin niyə belə qəzəblənməsinin səbəbini anlamayaraq əcnəbilərə baxırdı. Dronqo və Sigrid qəbul otağından çıxdılar. O nəsə bilir. Dronqo əmirliklə dedi. Bunu şəxsən görmək üçün mütləq bura gəlmək lazım idi. O mütləq nəsə bilir, amma nədənsə danışmaq istəmir. Korotkovun ölümü ilə təsadüf də ola bilməzdi. Bu iş məni heç də xoşuma gəlmir. Bizim onunla bağlı böyük problemlərimiz olacaq. Sigrid. Və qorxuram ki, bu işdə ortağımın məhz sən olduğuna görə hələ çox peşman olacağam. 10-cu hissə. Növbəti günü Yudin Monetex firmasının sənədlərinin öyrənilməsinə və onun Respublika prokurorluğu ilə əlaqələrinə sərf etdi. Bütün cəhdlərinə baxmayaraq firmanın izlərini tapmaq mümkün olmadı. FTB əməkdaşları getdiyi hər yerdə boş anbarlar, artıq başqasına verilmiş mənzil və ofislər, möhürlənmiş yerlərlə rastlaşırdılar. Sanki yoxdan yaranmış firma özündən sonra gözlə görünən heç bir iz qoymadan yoxa çıxmışdı. Əlbəttə ki, bu firmanın Hollandiyaya göndərmək üçün öz əməkdaşı Parşutinə viza verilməsini xahiş etməyi sayılmasa. Parşutin soyadı altında sərhəd zabitinin təsadüfən tanıdığı residivist Yakov gizlənirdi. Monotexin bütün sənədləri Leontyevə gəlirmiş və o da onları imzalayırmış. Bir qayda olaraq daxil olan nömrələr kağızlara sonra yazılırdı. Bundan da belə nəticəyə gəlmək olar ki, belə sənədlər Leontyevə düşünülmüş şəkildə çatırmış. Onları onun kabinetinə gətirirmişlər. Onun bu müəmmalı intiharı dəfələrlə təhqiqatda səbəb olsa da, Monotexin göndərilməmiş yükündən başqa belə vacib dövlət məmurunun ölümünə dair heç bir səbəb yox idi. İş günü bitəndən Samaylov zəng etdi. Sizdə işlər necədir? O Yudindən soruşdu. İşləyirik. Müstəntiq ah çəkdi. Başımıza yaxşı iş açmısınız. Mənim uşaqlarım bu kağızların üzərində bütün günü oturublar. Daha 2 ekspert çağırmışam. Sənədlərə görə. Leontyev Monotexdə sıx bağlı olub. Yeremoylev firmanın prezidentinin soyadı görünür, uydurmadır. Onlar öz işlərini çox cəld və operativ şəkildə yoxa çıxarıblar. Moskvada hə, amma Amsterdamda yəqin ki, onların əlaqələri və adamları var. Orada sadəcə polis izinə düşüb deyə müəssisəni ləğv etmək daha çətindir. Siz ora öz əməkdaşınızı göndərmək istəyirsiniz, Yudin anladı. Hə, biz onu Amsterdama səfərə hazırlayırıq. Bu mənim ən yaxşı işlərimdəndir. Yükün göndərildiyi ünvana əsasən biz yoxlamağa çalışacaq ki, o məhz kimə və nə üçün göndərilib. Amma bu çox təhlükəlidir, Yudin xəbərdarlıq etdi. Əgər bu doğrudan da qaçaqmalçılıqdırsa, onlar beynəlxalq qaydalarla işləyərlər. Məhz buna görə biz beynəlxalq səviyyəyə keçmək istəyirik. Xüsusən də nəzərə alsaq ki, Monotex Diakovu məhz buna görə göndərib. Əlaqələndiricini Diakovun əvəzinə göndərmək istəyirsiniz? Yudin anladı. Bu ağılsızlıqdır. Əlbəttə yox, polkovnik razılaşdı. Biz sadəcə olaraq istəyirik ki, bizim adam belə müəmmalı şəkildə yoxa çıxan Rus firmasının Hollandiyada kiminlə əməkdaşlıq etdiyini öyrənsin. Eyni zamanda gömrük komitəsində və aeroportda bu quldurlara öz yüklərini göndərməyə kimin kömək etdiyini də öyrənsin. Yeri gəlmişkən biz hələ də bilmirik ki, bu nə yük idi və Leontyev niyə özünü güllələyib. Mən bu haqda sizinlə danışmaq istərdim. Yudin dedi. Siz əminsiniz ki, o özünü güllələyib və ona heç kim kömək etməyib? Cavab uzun müddətli sükut oldu. Əmin deyiləm, polkovnik dərin nəfəs alaraq dedi. Hərçənd prokurorluq və bizim ekspertlər belə hesab edir ki, bu intihar olub. Gömrük komitəsində gələnləri qeyd edirlər. Bilmirəm, yəqin edirlər. Niyə soruşursan ki? Mən Diakovla həmin təyyarədə uçanların hamısını yoxlamaq niyyətindəyəm. Bəlkə kiminsə soyadı Leontyevin yanına tez-tez gələnlərdən biri ilə üst-üstə düşür. Sənə dahi olduğunu heç deyən olubmu? Yox, Yudin güldü. Amma sabah Leontyevin intiharından bir həftə qabaq onun yanına gələnləri yoxlamaq üçün bir nəfər göndərəcəyəm. Çox maraqlı fikirdir, Samaylov razılıq verdi. Qoy ümumiyyətlə gömrük komitəsinə gələnlərin hamısının siyahısını tərtib etsinlər. Çox ola bilsin ki, Monotexdən olan qonaq öz vizitinin əsas səbəbini göstərmək istəməz və Leontyevin yanına keçməzdən əvvəl başqa məmura baş çəkər. Mütləq, eyni zamanda Leontyevin intiharı ilə bağlı işə bir daha baxaram. Onu bu addımı atmağa sövq edən çox keçərli bir səbəb olmalı idi. Yeri gəlmişkən onun yerinə kimsə təyin olunub? Hələ yox, kabinet möhürlənib. Orada yalnız prokurorluğun əməkdaşları və ekspertlər işləyir. Bəs Krotikovun işi nə yerdədir? Hələ bir şey yoxdur. Milis onu heç cür tapa bilmir. Bəlkə o doğrudan da artıq şəhərdə yoxdur.
Bu, Monitex firmasının işləmə tərzindən belə çıxır ki, onlar istənilən təhlükəyə çox cəld və ustalıqla reaksiya verməyə qadirdirlər. Əgər onu artıq aradan götürüblərsə, təəccüblənmərəm. Yox, Smailov əminliklə dedi. Belə bir şey ola bilməz. Onlar axı yalnız görünən təhlükəyə reaksiya verirlər. Onlar hardan bilirlər ki, bizim əməkdaşımız Kritikovu tanıya bilir və indi biz onu axtarırıq. Sadəcə olaraq biz onu pis axtarırıq. Bu söhbətdən sonra Yudin bir daha şəhər daxili işlər idarəsinə zəng vurub Kritikovun axtarışı ilə bağlı məlumat verməsini istədi. Daha sonra kabinetdən çıxıb şəhər prokurorunun Respublikanın Gömrük Komitəsinin sədr müavininin intiharı ilə bağlı təhqiqat aparan baş köməkçisinin yanına yollandı. Baş köməkçi prokurorluğun köhnə hisslərindən idi və bu işdə artıq bərkimişdi. Çünki hər gün insan kədəri və bədbəxtliyi ilə qarşılaşırsan. Bu da insanda öz izlərini qoyur. Bu kök yekəpər saçları qısa vurulmuş kişi idi. Georgi Igoroviç, mənə Leontyevin ölümü ilə bağlı sənədlər lazımdır. Viktor kabinetə girərkən dedi. Hansı Leontyev? Özünü güllələyən yoxsa müğənni? Baş köməkçi anlamadı. İlk gününün sonunda o bütün yumor hissini itirmişdi. Müğənni. Allah şükür sağdır. Həmin intihar Leontyevin. İndi başa düşdüm. Baş köməkçi güldü. Həmin gömrükçü, şəhər prokuroruna hətta baş nazirin birinci müavini də zəng edib baş verən cinayətlə bağlı soruşmuşdu. Amma orada hər şey təmizdir. Biz onun özünü güllələdiyi tapancanı tapdıq. Əlbəttə ki, tapanca qeydiyyatlı deyildi, amma indi bunu kim təəccüblənir ki? Amma gömrük komitəsinin bütün əməkdaşları bildirir ki, Leontyev son günlər bir qədər susqun, çaşqın halda gəzirmiş. Mənə elə gəlir ki, onun ailəsi ilə bağlı problemləri olub. Deyirlər, oğlu çox içən imiş. Bu yaxınlarda maşın qəzasına uğrayıb. Ona görə də kişinin əsəbləri dözməyib. O əzilmiş maşına görə intihar edib, Yudin özünü zəhərli replika deməkdən saxlaya bilmədi. Həmsöhbəti incidi. Məni axmaq yerinə qoyma. Mən demədim ki, maşına görə. Sadəcə olaraq izah edirəm ki, ailəsində problemlər olub. Nəyə görə intihar etməyi məni az maraqlandırır. Onlarda həmişə qanun pozuntuları olub. Yəqin bu dəfə də onu aşkara çıxarıblar. O da bu yolla canını məsuliyyətdən qurtarıb. Bir sözlə, bu tipik intihar olub. Mən işə baxa bilərəm. Viktor sakitləşmədi. Baş köməkçi qaşlarını çatdı. Niyə özünü hamıdan ağıllı sayırsan? Mən sənə deyirəm ki, bu tipik intihar idi. Sənsə məni suallarla bezdirirsən. Qərəz, iş çoxdan bağlanıb və arxivə təhvil verilib. Axı o bu yaxınlarda ölüb. Ekspertlər rəy verib ki, bu intihar olub. Kabinet sahibi dediyinin üstündə durdu. Sən heç nə anlamayacaqsan. Ged işlə. Mən şəhər prokurorunun qəbuluna gedirəm. Viktorun rəngi ağardı. Ay səni lənətə gəlmiş karyeris, baş köməkçi deyindi. Cəhənnəmə ki. Dəftərxanaya get, orada iş yeri təhvil verməyiblər. Qoy Klavdiya Stanislovna onu sənə versin, əgər o hələ getməyibsə. Viktor çevrildi. Gözlə, sən demədin ki, onu niyə istəyirsən? Siz soruşmadınız, Viktor eyni tonda cavab verdi. Çıxdı. Qapını möhkəm bağladı ki, baş köməkçinin söyüşlərini eşitməsin. Bir neçə dəqiqə sonra Leontyevin ölümü ilə bağlı nazik qovluq artıq onun əlində idi. O kabinetinə gəlib oxumağa başladı. Elə bu vaxt milisdən məlumat gəldi. Şəhər Cinayət Axtarış İdarəsinin əməlçilərinin işin gedişində əldə etdiyi agentura məlumatına görə residivist Kritikov hazırda məşhur qanuni oğru, kriminal aləmin tanınmış avtoriteti Zaikaya işləyir. Məlumatdan o da diqqət yetirilir ki, Kritikov çoxdan Zaikanın ən vacib tapşırıqlarını yerinə yetirir. Zaika, Yudin gözlərini Leontyevin qovluğundan çəkərək pıçıldadı. Onların arasında nə əlaqə var? İndi o bunu aydınlaşdırmalıdır. 11-ci hissə. Nahar etmək üçün DTK-nın Lyubyanka küçəsində keçmiş binasının yaxınlığında yerləşən restorana yollandılar. Sizi elə bil bu istiqamət özünə çəkir, Sigrid gülümsəyərək qeyd etdi. Hə, Drongo ciddi təzə dedi. Görünür elədir. Bu məndə artıq adətdir. Sadəcə olaraq mən əvvəllər burada nahar etməyi sevirdim. Yox, mən heç vaxt DTK-da işləməmişəm, amma işimlə əlaqədar olaraq onların nümayəndələri ilə tez-tez görüşmüşəm. Deməliyəm ki, Qərbdə DTK haqqında yanlış təəssürat olub. Orada işləyənlərin hamısı bədheybət və cəllatlar kimi təsəvvür olunub. Halbuki orada xeyli sayda savadlı, kəşfiyyatçı və mütəxəssis çalışıb. Eynən Miki kimi. Oradakılar da aborlu adamlar idi. Amma Sovet propagandası onları yalnız yazıq, Sovet adamlarına hücum etmək haqqında düşünən yaramaz imperialistlər kimi təqdim edirdi. Sigrid zarafat etdi. Pis müdafiə olunmursunuz, Drongo güldü. Hiss olunur ki, yaxşı məktəb keçmişsiniz. FTB-dən polemika aparmağı öyrədirlər. Sigrid gülümsədi, amma daha mübahisə etmədi. Nahar doğrudan da çox dadlı idi. Xüsusən borş onun çox xoşuna gəlmişdi.
Nahardan sonra Sigrid çantasından mobil telefon çıxarıb senatora zəng etdi. Senator dərhal cavab verdi. Siz hardasınız? Rhodes soruşdu. Biz indicə naharı bitirmişik. Mənsə hələ səfirlikdəyəm. Burada oxunmalı bir neçə maraqlı sənəd var. Nə sənəd? Sigrid qaşlarını çatdı. Müxtəlif sənədlər. Sən demə burada Elizabetin vətənə göndərilməli bir çox əşyaları qalıb. Magda onları 2 çamadana yığıb və xahiş edib ki, onları mənə versinlər. Siz Magda ilə görüşmüsünüz? Yox, o əşyaları səfirliyə göndərib. Mənə elə gəlirdi ki, keçən dəfə hər şeyi götürmüşəm, amma mən kitabları unutmuşam. Elizabetin çoxlu kitabları olub. Siz Beskutnikovla görüşdünüz? Hə, Sigrid qanı qaraldı. O sizə nə danışdı? Öz rəyini təsdiqlədi. Sigrid bir qədər tərəddüdlə və qızararaq dedi. Çox təəssüf, Rhodes dedi. Bu mənim sonuncu ümidim idi. Mən düşünürdüm ki, Beskutnikov heç olmasa bu rəyi təsdiqləməz. Bəlkə bizim ekspertlər səhv edib. Çox güman ki, elə də olub. Bu qədər vaxt keçəndən sonra nəsə tapmaq yəqin ki, mümkün deyil. Ola bilsin, Elizabeth hansısa yüngül içki içib, sükan arxasına əyləşib. Siz nə danışırsınız, senator? Heyrətlənmiş Sigrid qışqırdı. Mənə elə gəlir ki, bizim dostumuzu bu işə nahaq yerə qoşdum. Yəni ki, atalıq dərdi mənim ağlımı bulandırıb və mən açıq-aşkar faktlara inanmıram. Nə baş verdiyini anlayan Drongo telefonu götürdü. Cənab Rhodes, o ciddi tərzdə dedi. Mən müştərilərimin yarı yolda dayanmasını sevmirəm. Mənə hətta 1 sent belə ödəməsəniz və təhqiqatı dayandırmağımı istəsəniz belə mən artıq dayanmayacağam. Ona görə səbirli olun və mənim təhqiqatı bitirməyimi gözləyin. Hə, əlbəttə. Rhodes razılaşdı. Bağışlayın, deyəsən mən yaman pessimist olmuşam. Drongo telefonu Sigridə qaytardı. Onun tez-tez əhval ruhiyyəsi dəyişir. O narazılıqla qeyd etdi. Məncə o nə istədiyini özü də bilmir. Siz onu başa düşməlisiniz, Sigrid yüngülcə etiraz etdi. O belə bir faciə yaşayıb. Məhz buna görə mən Moskvada oturub onun qızını niyə öldürdüyünü anlamağa çalışıram. Doğrudanmı FTB heç bir məlumat olmayıb, Elizabeth Rhodes hansı konkret faktı bilib? Biz şübhələnirdik ki, Moskva narkotik ticarətçiləri üçün yük boşaltma məntəqəsi rolunu oynayır. Hollandiya, Fransa, İtaliya, Almaniyada Rus soyadları həddən artıq tez-tez çəkilirdi. Elizabeth bizim Moskvadakı proqramın xüsusi koordinatoru olmalıydı. Son zamanlar bu kanal bizi narahat edirdi. Bircə onu deyə bilərəm ki, bizim ehtimallara görə Rus gömrüyünün bəzi nümayəndələri qaçaqmalçılara Orta Asiyadan Avropaya müxtəlif narkotik partiyalarının daşınmasına kömək edir. Amma konkret heç nə öyrənə bilmədik. Konspirasiya xəttinə Elizabeth bizim Moskvadakı nümayəndəmiz Richard Holtla görüşmüşdü və o Elizabethin əsas rolu haqqında heç nə bilmirdi. Bu çətinliklər nəyə lazımdır? FTB-də Holta güvənmirlər? Yox, əksinə həddən artıq güvənirlər. Onu bizim ən yaxşı mütəxəssislərimizdən sayırlar. Amma o özünə digər tərəfin diqqətini çəkir. Ən azından onu artıq izləyiblər və indi ona mühafizəçi qoşublar. FTB onu daha sakit olan Praqaya keçirmək qərarına gəlib. Bəs onda niyə ona Elizabeth Rhodes barədə heç deməyiblər? Mən bu siyasəti o qədər də anlamıram. Bu ayrıca oyuncu sindromudur, Sigrid izah etdi. Bu termin ilk dəfə Mikidə işlədilib. Mikinin rezidanturası olan ölkəyə yerli hökumət orqanları və yerlərdəki Miki nümayəndələri əlaqəsi olmayan yeni agent göndərilir. Məsələyə belə yanaşma bir tərəfdən əvvəlki müşahidələrin süzgəcindən keçməmiş yeni informasiya almağa, digər tərəfdə isə əl altında hər cür gözlənilməzliyə qarşı digər agentlər zənciri ilə əlaqəsi olmayan müstəqil agentin olmağı yaxşı haldır. Maraqlıdır, Drongo başını buladı. Amma bu hardasa Fransada və İsveçdə yaxşı səslənir və yaxşı alınır. Burada belə üsullar keçmir. Miki terminindən istifadə edən ayrı oyuncular isə mütəşəkkil mafiya ilə mübarizədə uduzurlar. Mən artıq dəfələr demişəm və təkrar etməyə məcburam ki, bura firavan Avropa və ya tox Amerika deyil. Bu, ac, müflisləşmiş cinayətkarları, qulları və başlanxarabları müstəqil yaşamağa öyrəşməmiş, ilk dəfə azadlığa çıxmış bir ölkədir. Belə bir rəsmi təsəvvür edə bilirsiniz? Onda burada olan gerçəkliyi görərsiniz. Siz azadlığı sevmirsiniz? Mən azadlığı yaramazların öz maraqları üçün istifadə etməyini sevmirəm. Bu dövlət səviyyəsində ediləndə faşizm olur. Küçə səviyyəsində olanda 30-cu illərin Çikagosunda və indi MDB-dən olan kriminal hərcməclik olur. Sizinlə danışmaq qorxuludur. Sigrid büzüşdü. Sizin formullarınız tamamilə düzgündür və bu adamı daha çox qorxudur. Sadəcə olaraq mən belə qərara gəldim ki, bu yolla sizi qorxudum. Drongo ayağa durdu. Gedək mənimlə. Milisə gedib ekspert Korotkovun ölüm səbəbini öyrənmək lazımdır. Bu bizim təhqiqatımız üçün çox vacibdir.
Biz bunun baş verdiyi rayonu bilirik. Deməli, ilkin təhqiqat aparılan rayon Daxili İşlər İdarəsini də tanıyırıq. Hərçənd yox, ən yaxşısı prokurorluğa getməkdir. Əvvəldən formalaşmış ənənəyə görə istənilən qətlin hətta bədbəxt hadisənin belə təhqiqatını prokurorluq aparır. Başa düşdüm, Sigrid başını tərpətdi. Gedək prokurorluğa. Siz hansı rayon olduğunu dəqiq bilirsiniz? Drongo ona baxdı və qız güldü. Bəs biz özümüzü necə jurnalist kimi göstərəcəyik? Sigrid soruşdu. Bu axı professor Beskudnikov deyil. Prokuror bizdən sənəd istəyə bilər. Məndə lazım sənədlər var. Drongo cibindən Charles Snow'un adına Moskvada təyin olunmuş vəsiqə çıxartdı. Siz bu sənədi xüsusən bizim təhqiqatımız üçün hazırlamısınız? Sadəcə olaraq düşündüm ki, o mənə lazım ola bilər. Ona görə onu özümlə götürdüm. Yarım saat sonra onlar prokurorun kabinetində oturmuşdular. Yanına Amerikalı jurnalistlərin gəldiyini öyrənən prokuror Sherbakov onların gəlişindən son dərəcə razı qalmışdı. O, prokurorun və əməkdaşlarının uğurlu işi barədə yazını əvvəldən görürdü. Buna görə müxbirləri qəbul edib onlara yarım saat ona həvalə edilmiş prokurorluğun uğurlarından maksimum sərfəli təsəvvürat yaratmağa çalışaraq danışdı. Drongo və Sigrid prokurorun işçilərinin işini obyektiv işıqlandırdığına görə Amerikalı jurnalistlərin ünvana dediyi komplimentləri dinləmək məcburiyyətində qaldılar. Prokuror öz işi barəsində danışanda daha bəlağətli nitq sərgilədi. O nəhayət bir qədər sakitləşəndən sonra Drongo Krotkov haqda əsas mövzuya gəlməyə çalışaraq əhəmiyyətsiz suallar verməyə başladı. Yalnız Drongo düşünülmüş cinayət yox, rayon ərazisində son bir ildə baş verən bədbəxt hadisələr haqqında soruşanda prokuror düşünüb cəld dedi. Hə, bizdə belə hallar çox olur. Demək olar ki, çox olur. Təəssüf ki, xüsusən yol nəqliyyat hadisələri daha çoxdur. Bizdə də bu problem var. Rusca ləhcə ilə danışan Drongo başını tərpətdi. Amma biz bugün professor Beskudnikovun müsahibə götürmüşük və o bizə öz həkiminin ölümü haqqında danışdı. Onun soyadını unutdum. Hə, xatırlayıram, prokuror canlandı. O işi mənim köməkçim Saribin aparıb. Amma orada əhəmiyyətli bir şey yoxdur. Sadəcə bədbəxt hadisə idi. Həkim patoloqanatom qaranlıqda çuxura görməyib və ora yıxılaraq onurğasını sındırıb. Əlbəttə, çox təəssüf ki, belə oldu, amma bu tipik bədbəxt hadisə idi. Biz sizin işçilərdən kiminləsə danışa bilərik? Sigrid soruşdu. Məsələn, bu Saribinlə. O, yəqin ki, prokurorluğun işi barədə çox maraqlı şeylər danışar. Çox gözəl, Drongo ingiliscə dedi. O, qəsdən ingiliscə sözlər deyirdi ki, prokurorda daha dərin təəssürat oyatsın. İndi mən onu çağıraram. Prokuror dəstəyi qaldırdı. Bir dəqiqə sonra enli kürək, köpüş sifəti olan cavan oğlan kabinetə girdi. Bu da bizim Saribin. Prokuror öz əməkdaşını təqdim etdi. Həmin həkimin işi ilə məşğul olan adam. Saribin jurnalistlərə baxdı. Onun baxışında nəsə parlayıb söndü. Orada nə baş verdiyini danış. Prokuror quru tərzdə tələb etdi. Prokuror o müdirlərə aid idi ki, o işçisini jurnalistlərlə hətta bir an belə tək qoymaq istəmirdi. Hər şeyi şəxsən özü həll etməyə və nəzarət etməyə alışmış, yorulmaq bilməyən Sherbakov heç kimə etibar etmirdi. Biz artıq bu işi bağlamışıq. Saribin quru tərzdə dedi. Siz axı özünüz hər şeyi imzalamısınız. Bunlar Amerikalı jurnalistlərdir. Onlar müxtəlif işlərin təhqiqatı ilə maraqlanır və bizim prokurorluğun işi barədə yazmaq istəyirlər. Sherbakov ciddi tərzdə dedi. Yəni doğrudanmı sən orada nə baş verdiyini xatırlaya bilmirsən? Gecə Krotkov evə qaydanda çalaya yıxılıb. Tikinti yaxşı işıqlandırılmayıb və məhz həmin vaxt elektrik enerjisi ilə problemlər olub. Siz ki, xatırlayarsınız, bütün rəyləri özünüz imzalamışdınız, Saribin xatırlatdı. Əlbəttə xatırlayırım, amma sən bizə təfərrüatları ilə danış. Başqa təfərrüat yoxdur. Saribin çiyinlərini çəkərək gələnlərə tərəf ehtiyatla baxaraq maraqlandı. Onlar niyə məhz Krotkovla maraqlanır? Onlar bizim prokurorluğun işi maraqlandırır. Sherbakov öz işçisinin kütlüyünü dirxor olaraq üz-gözünü turşutdu. Yaxşı, sən gedə bilərsən. Onsuz da səndən işə yarar bir şey öyrənə bilməyəcəyik. Saribin çıxanda prokuror ah çəkdi. Bax, bizə belə material düşür və biz onlardan əsl mütəxəssis düzəldirik. Layiqli davamçılar tərbiyə etməyə çalışırıq. O, Drongo sözünü kəsənə kimi işçisinin qoyduğu təəssüratı yumşatmaq üçün daha 10 dəqiqə danışdı. Artıq getmək vaxtıdır, o üzrxahlıqla dedi. Sizinlə tanış olmaq çox xoş idi. İcazə verin biz bir neçə gündən sonra gəlib sizin şəkillərinizi çəkək. Bizim Ogonyok jurnalı ilə müqaviləmiz var. Onlar söz verib ki, məqaləni rusca dərc edəcəklər. Əlbəttə, Sherbakov sevindi. Şəxsən onun özünə dəxli olan hər şey çox vacib idi. O, təcrübə və biliyinə görə yaxşı hörmət qazandığı ümumi nəzarət dairəsindən buraya keçirilsə də, burada öz yerində deyildi.
Onlar binadan çıxanda Drongo düşüncəli tərzdə dedi. Sanki susmaq üçün sözü bir yerə qoyublar. Mənə elə gəlir ki, Saribin də öz prokurorundan çox bilir və nəyə görəsə o da bizə heç nə demək istəmir. O bilmirdi ki, bundan bir dəqiqə əvvəl Saribin telefonda həmsöhbətini inandırırdı. Deyirlər bir Amerikalıdırlar. Özləri ilə göstərirlər ki, güya bizim işimizlə maraqlanırlar. Amma əslində onlar Karotkovu maraqlandırır. Hə, siz məni xəbərdar etdiyiniz kimi onları onun məhz necə öldüyü maraqlandırır.